Salam, sabahınız xeyir olsun. Değerli televiziya tamaşaçılara yeni bir günün, yeni bir ayın başlanğıcında salamlayırıq hamınızı. Xoş ovqatlı gün arzu edirik sizə və NTV Səhər komandası olaraq canlı proqramımıza başlayırıq. Hər vaxtınız xeyir olsun. Mən də öz növbəmdə hər birinizi könül xoşluğu ilə səmimi qəlbdən salamlayıram. Bəli, Yaqubun da dediyi kimi iyul ayının birini yaşayırıq. Artıq yay ayının ikinci demək olar ki, hissəsinə keçirik. Arzu edirəm ki, bu ayda istədiyiniz, arzuladığınız nələr varsa reallaşsın. Və biz artıq öz işimizə başlamışıq. Saatlar 8:30. Mən necə başlamışıq, onu mən qeyd edeyim ki, qarşıdakı vaxt ərzində həm qonaqlarımız olacaq, həm məlumatlarımız var. Xəbərləri seçmişik sizin üçün, bölüşəcəyik irəliləyən dəqiqələrdə və dəyərli əməkdaşlarımız çox maraqlı sujetlər hazırlayıblar sizin üçün. Bir-bir təqdim edəcəyik hamısını. Amma indi başda... Bəli, anonsları izləməliyik. İzləyək, yenidən burada olacaq. NTV Səhərdə bugün təbiətin bizə bəxş etdiyi şəfalı bitkilərdən biri olan pərpərənin sağlamlığa faydaları nələrdir? Bu bitkidən hazırlanan dadlı və faydalı yeməklərlə bağlı sujetimiz var. Naxçıvan Hərbi Kollecində əlamətdar gün yaşanıb. Təhsil ocağının ilk məzun buraxılış mərasimindən hazırladığımız sujeti izləyəcəksiniz. Ailə büdcəsini necə planlaşdırmaq və xərcləri necə nəzarətdə saxlamaq olar? İqtisadçı tövsiyələri əsasında hazırladığımız sujetdə bu suallara cavab tapacaqsınız. Yay tətilində uşaqların vaxtını faydalı keçirməsi onların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Asudə vaxtın düzgün təşkili ilə bağlı mütəxəssis tövsiyələrini sujetimizdən öyrənəcəksiniz. Hazır şorbalar rahat seçim kimi görünsə də, onların sağlamlığa təsirləri narahatlıq doğura bilər. Bu məhsulların mümkün zərərləri barədə sujetimiz var. Bütün bunlar və daha çoxu üçün NTV Səhərdə qalın. Anonslarımızı izlədiniz, təxminən bildiniz ki, bugün nələr təqdim edəcək. Daha çoxu olacaq əlbəttə ki, amma bizim ilk olaraq təqdim edəcəyimiz rubrika məhz günün hava temperaturu ilə bağlı məlumatları əks etdirən rubrikamızdır. Gəlin Fəridənin təqdimatında izləyək. Birazdan xəbərlər, məlumatlar, sujetlər hamısını ardıcıl sizinlə bölüşəcəyik. Adətən biz son bir neçə aydır ki, yağışlı günlərdən məlumat verirdik sizə. Amma təəssüflər olsun ki, dostlar, iyul ayı, avqust ayı çox isti olacaq. Məhz elə iyul ayının birinə uyğun olan hava şəraiti barəsində məlumat versək, havanın temperaturu səhər saatlarında 20-25 dərəcə aralığında dəyişəcək. Cənub küləyi əsəcək, yağış ehtimalı yoxdur, hava isti olacaq. Günorta saatlarında isə bu temperatur qalxacaq 26-30 dərəcəyə qədər. Cənub-qərb küləyi hiss olunacaq, rahat hava şəraiti hökm sürəcək. Axşam saatlarında isə havanın temperaturu 23-30 dərəcə aralığında olacaq. Yenə də yağıntı ehtimalı yoxdur. Bir qədər də cənub-şərq küləyi hiss olunacaq. Bizim hava haqqında məlumatlarımız bundan ibarətdir. Amma təəssüflər olsun ki, yağıntı ehtimalı yoxdur. Yəni olsun mu istəyirsən? Amma darıxacaq. Mən şəxsən yağışı sevdiyim üçün bəli, olsun istəyirəm. Həftə sonundan nəzərdə tutulub, bu arada onu qeyd edir, nəzərdə tutulub deyəndə mən proqrama baxdım, hansı ki o məşhur proqram var və təxminləri çox düzgün eləyir. 40% ehtimallı həftə sonu yenə yağıntılı, yenə ildırımlı, şimşəkli hava şəraiti bizi gözləyir. Ümid edirik ki, heç bir fəsad olmadan, heç bir problem olmadan yağıntılara şahidlik eləyərik. Çünki bilirsən, yağmur, yağanda elə bir şəkildə yağır ki, kifayət qədər ciddi fəsadlara da gətirib çıxara bilir. Bəli, biz əslində günümüzün sualı var idi. Yeri gəlmişkən unutduq əslində əvvəldə təqdim etməliydik. Çox maraqlı bir sual ünvanlayacağıq biz bugün sizə. Dünənki sualdan da bağlı maraqlı şərhləriniz var idi. Təşəkkür edirəm. Bugün sizə sualımız belədir ki, bugün məşğul olduğunuz peşə, sahəni dəyişmək fikriniz olsaydı, daha doğrusu peşəni dəyişmək fikriniz olsaydı, nəyi dəyişərdiniz, hansı sahəni seçərdiniz? Yazın gəlsin, canlı efir vasitəsilə rəylərinizi oxuyacaq. İstər şəxsiyə göndərə bilərsiniz, Yaquba yaxud mənə, istərsə də rəsmi Instagram hesabımıza yaza bilərsiniz. Əlbəttə ki, və bu arada sən dəyişərdinmi jurnalistika fəaliyyətini? Yox, mən qəti dəyişməzdim. Bu mənim qəti fikrimdir. Demək ki, hər kəs fərqli düşünə bilər. Dəyişəsi olsaydın, bəs məcbur qalsaydın?
psixologiya sahəsini seçərdim. Adam maraqlıdır. Dəyərli tamaşaçılar, hava haqqında məlumatı sizinlə bölüşdük, günün sualını təqdim elədik və əlbəttə ki, sizin üçün hazırladığımız, daha dəqiq desək, seçdiyimiz xəbərlər var. Onları indi bölüşmək istəyirəm. İlk xəbər məndən gəlsin Fəridə. Bakıda Türk Dünyası konserti. Bu konsert haqqında məlumat vermək istəyirəm. Birinci, Türkoloji Qurultayın 100 illiyinə həsr olmuş Türk Dünyası həftəsi çərçivəsində Dənizkənarı Milli Parkda möhtəşəm konsert proqramı təqdim olunub. Ümumiyyətlə, Türk Dünyası həftəsi barədə sizə məlumat vermişdik öncəki proqramlarımızda. Amma bu yekun konsertdən bəhs edəcəyik. Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında təqdim olunan Uzundərə xalq rəqsi ilə başlayıb. Daha sonra Qazaxıstan, Qırğızistan, Özbəkistan və Türkiyədən gələn rəqs kollektivləri öz ölkələrinin zəngin folklor irsini, milli musiqisini və rəqs ənənələrini əks etdirən rəngarəng çıxışlarla tamaşaçıların qarşısında olublar. Konsertdə həmçinin Azərbaycan və Türk dünyasının tanınmış ifaçıları müxtəlif illərdə səsləndirilən mahnılarla çıxış edərək Türk xalqlarının zəngin musiqi irsini, ortaq mədəni dəyərlərini və qardaşlıq ruhunu tərənnüm ediblər. Konsert proqramı boyunca səslənən musiqi nömrələri və nümayiş etdirilən rəqslər tamaşaçılara Türk dünyasının zəngin mədəni müxtəlifliyini, ortaq mənəvi dəyərlərini və mədəni birliyini bir daha nümayiş etdirib. Elə bu mövzunu mən də davam etdirim. Artıq 29-3 iyul tarixlərində, 29 iyundan başlayıb və 3 iyul tarixinə qədər davam edən bu qurultayda dünənki panel müzakirələr yadda qaldı. Hansı mövzulara toxunuldu? Bu barədə istəyərdim qısa xülasə eləyim. Belə ki, Bakıda keçirilən 1-ci Türkoloji Qurultay 100 ilin elmi və mədəni irsi mövzusunda Beynəlxalq Konqres iyunun 30-unda, yəni dünənki gün işini panel müzakirələrlə davam etdirib. Belə ki, tədbirin ikinci günündə iştirakçılar əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin yerləşdiyi tarixi İsmailiyyə binası ilə tanış olublar və orada bildirilib ki, Venesiya memarlıq üslubunda inşa edilən bina 1908-ci ildə tikilməyə başlayıb, 1913-cü ildə istifadəyə verilib. Deməli, burada lap qədimdən Müsəlman Xeyriyyə Cəmiyyətinin iclasları, ziyalıların və müxtəlif ictimai təşkilatların da toplantıları keçirilib və daha sonra isə Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq mövzusunda panel iclas öz işinə başlayıb və orada da açılışda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk Dünyası həftəsinin açılış mərasimində 26 ölkədən 300-dən çox nümayəndə iştirak edib və artıq bir neçə dəqiqədən sonra qurultayın 3-cü günü start götürəcək ki, bugün də maraqlı panel müzakirələr keçiriləcək. Doğrudur. Və səhər-səhər ehtiyatlı olasınız deyə bir məlumatı diqqətinizə çatdırıram. Culfanın bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq və onu qeyd edeyim ki, fasilə Naxçıvan Enerji Məhdud Müəssisəti Cəmiyyəti tərəfindən 110-35-10 kilovoltluq çeşməbasar yarımstansiyasının yenidən qurulması və yeni elektrik xətlərinə qoşulması işləri ilə əlaqədar olacaq. Bildirilib ki, iyulun 1-i saat 10-dan 14-ədək, yəni 1 saat sonra, 1 saat 20 dəqiqə sonra artıq işıqlar sönə bilər, ona görə də ehtiyatlı olun. Saat 10-dan 14-ədək Camaldın, Ərəzin, Əbrəqunuz, Qızılca, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xoşkeşin, Əlincə, Xanəgah, hətta Qazançı, Milaq, Teyvaz, Ərəfsə, Ləkətağ, Boyəhməd, Gəl və Şurud kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Qeyd edilib ki, enerji təchizatı sistemlərinin etibarlılığının artırılması məqsədi ilə elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir, bərpa işləri davam etdirilir. Bəli, yəni, diqqətli olmaqda fayda var. Fayda var və əvvəlcədən də biz xəbərdarlıq etdik. Elə Bakının da bir sıra ərazilərində qaz təchizatının dayandırılması verilişində deməli fasilə yaranacaq. Hansı ərazilərdə bunu diqqətinizə çatdırım. Deməli, artıq saat 10-dan işlər başa çatana dək, yəni iyul ayının 1-i saat 10-dan işlər başa çatana dək Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində məhz qaz təchizatında qısa müddətli fasilələr yaranacaq. Deməli, Azərqazdan verilən məlumata görə bu aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir quraşdırma işləri ilə əlaqədardır. Məlumatda da bildirilib ki, fasilə Nizami rayonunun Keşlə qəsəbəsini, Sabunçu rayonunun Siyamaşdağa qəsəbəsini, Yeni sahə, subtropik safxoz, konserv zavodu və daş karxanası yaşayış massivlərini əhatə eləyəcək. Bunu da sizlə paylaşmaq istədik, çünki bizi demək olar ki, Azərbaycanın hər yerindən izləmə şansınız var, məlumatınız olsun. Doğrudan da maraqlı bir xəbərim var, bunu təqdim edəcəm. Bilirsən, artıq illər dəyişdikcə yeni peşələrə ehtiyac yaranır və bu peşə sahəsi üzrə mütəxəssislər formalaşır. Biz efirlərimizdə mütəmadi olaraq bu mövzuya toxunuruq. Peşə tədrisi ilə bağlı kifayət qədər geniş məlumatların əks olunduğu
NTV səhərlər təqdim eləmişik sizə. Amma bir sevindirici xəbər bundan ibarətdir. Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş peşə təhsili ixtisası üzrə ixtisasların təsnifatına dəyişiklik edilib. Demək, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb. Qərara əsasən təsnifatda yeni ixtisaslar əlavə olunub. Onlar indi adını çəkəcəklərimdir. Nə gözəl. Buna ehtiyac var idi. Tədbirlərin planlaşdırılması və təşkili, satış və marketinq və satınamaların təşkili. Yəni, burada İngilis dilində event deyirlər, təşkilatçılıq. Yəni, təşkilatçılıq işi artıq bir peşəyə çevrilir, maraqlıdır əslində. Yəni, bu işi görənlər artıq peşəsi üzrə. Deyəcək ki, mən konkret bu işin təsirini almışam, rahat-rahat işini görə bilərəm. Demək, mexatronika və istehsalata rəqəmsal nəzarət sistemləri. Bu da maraqlı ixtisasdır və bunu hal-hazırda fərdi şəkildə görən insanlar var. Rəqəmsal məzmun idarəçiliyi və 3D rəqəmsal oyun dizayneri. Yəni, burada sosial media menecer kateqoriyası və 3D rəqəmsal oyun dizayneri. Yəni, bu da yeni əlavə olunan ixtisaslardan biridir. Bitki mühafizəsi və fumigasiya işləri üzrə texnik, geodeziya və kartografiya, yəni xəritə çəkməklə bağlı ixtisas, qida emalı texnologiyaları, bu da maraqlıdır, rəqəmsal inşaat üzrə mütəxəssis, rəqəmsal inşaat artıq, yəni görürsünüz, dövrün tələblərinə uyğun, elektrik sayğacları texniki. Bu da yeni əlavə olunan peşə ixtisaslarından biridir. Hər biri də aktual sahələrdir. Çox aktualdır. Bilirsənmi, bəzən işi üzrə profesional olan bir şəxs, mən düşünürəm ki, həmişə rahatlıqla o sahədə işləri görə biləcək və əlində əsasla qeyd edəcək ki, mən artıq bunu bilirəm, bunun tutaq ki, nəzəriyyəsini bilirəm və mən bu iş üzrə mütəxəssisəm. Yəni, biri var kimdənsə öyrənmək birbaşa, biri də var bunun tədrisini almaq. Hər bir halda maraqlıdır. Burada ən xoşuma gələn tədbirlərin planlaşdırılması və təşkili. Təşkilatçılıq işləri önəmlidir. Bir də əlbəttə ki, burada rəqəmsal inşaat üzrə mütəxəssis. Bu da maraqlıdır. Hər ikisi də çox maraqlıdır. Yəni, dövr təkmilləşdikcə, zaman irəlilədikcə yeni ixtisaslara tələbat artır və buna uyğun da yeni peşələr əlavə olunmaqdadır. Hər bir halda düşünürəm ki, hər kəs mütləq ki, bir peşənin sahibi olmalıdır. Eynən. Elə biz də baxın, sualımızı bu istiqamətdə vermişik ki, siz bəs peşənizi dəyişsəydiniz, hansı sahəni seçərdiniz? Yazın, gəlsin, fikirlərinizi paylaşacağıq. Biz isə məlumatlarımızla davam edirik. Belə ki, dünənki tarixdə yadda qalan bir məlumatı sizinlə paylaşmaq istəyərdim ki, Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Milli Kitabxanasının binasında Azərbaycan Yeni Era kitabının Türkiyə türkçəsində nəşrinin təqdimat mərasimi keçirilib. Ölkəmizin Türkiyədəki səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, İrs jurnalı, İrs Nəşriyyat evi və Paşa Həyat Sığorta, ASC-nin, yəni Açıq Səhmdar Cəmiyyətinin birgə səyləri ilə təşkil olunan tədbirdə diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, elm xadimləri, iki ölkənin ictimaiyyət nümayəndələri bu tədbirdə yaxından iştirak ediblər və deməli, Azərbaycanı tərənnüm edən çox maraqlı bir videoçarx da nümayiş olunub əvvəlcə. Tədbiri giriş sözü ilə açan Türkiyə Mədəniyyət Nazirliyinin Kitabxanalar və Nəşrlər İdarəsinin rəhbəri Taner Beyoğlu təqdimatı keçirilən kitabı müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafı prosesini Türkiyə və dünya auditoriyasına çatdıran əhəmiyyətli nəşr adlandırıb. Onun sözlərinə görə Azərbaycan Yeni Era kitabının müəllifləri ölkəmizin milli maraqlarını və tarixi həqiqətləri baxımından güclü informasiya və təbliğat vəsaiti olaraq hazırlayıblar. Bax, belə daha sonra da əlbəttə ki, ölkəmizdən gedən rəsmi nümayəndələr, eyni zamanda Türkiyənin nümayəndələri öz çıxışları ilə yadda qalıblar. Maraqlı bir xəbər ötən gün Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev 9-cu Ada Beynəlxalq Təhsil Konfransında çıxış edib və çıxışda müxtəlif frazalar ön plana çıxıb və ünvanlanan suallardan biri belə olub ki, məktəblərdə süni intellekt tədris olunacaqmı? Bəli. Çox maraqlıdır. Demək, qeyd edib ki, nazir məktəblərdə şagirdlərə süni intellekt öyrətmək çətindir. Niyə çətindir? Davamında qeyd olunub. Hazırda Azərbaycanda 1,5 milyona yaxın şagirdə 150 mindən çox təhsil işçisi təhsil verir. Belə geniş miqyaslı tədris prosesində şagirdlərə süni intellekti öyrətmək asan deyil və bunun üçün ilk növbədə bu sahəni yaxşı bilən müəllimlər hazırlanmalıdır. Yəni, müəllimlərə ehtiyac var hal-hazırda. Bilirsənmi, hal-hazırda süni intellekt tədrisləri çox bahadır, olduqca bahadır. Məsələn, bugün qalxıb süni intellektlə bağlı
tədris almaq istəsəm, kurs almaq istəsəm, ən az bir aylıq üçün 350-400 manat, bəlkə də 500 manat müəlliminə görə dəyişir, vəsait ödəməli olacağam. Büdcə önəmlidir əlbəttə. Büdcə çox önəmlidir və mən düşünürəm ki, birinci növbədə doğrudan da mütəxəssislər hazırlanmalıdır, amma məktəblərdə tədris olunsa maraqlı olmaz mı? Maraqlı olar. Biz elə dünən də bu mövzunu danışırdıq. Hətta artıq Çində bu məcburiyyətə çevrilib. Universitetlərdə də, məktəblərdə də süni intellektlə bağlı fənlər tədris olunacaq və maraqlıdır. Vurğulayaq ki, Çin bizdən 50 il öndədir artıq. Məncə 100 il öndədir. Çünki dostumuz Fərid var, hal-hazırda Çində səyahətdədir və hər gün paylaşdığı videolarda mən oranın nə qədər inkişaf etmiş, nə qədər fərqli bir yer olduğunu görürəm. Və düşünürəm ki, texnoloji cəhətdən Azərbaycanda da son illərdə müəyyən qədər işlər görülür. Bəli. Amma yenə də deyirəm, Çin bazarı hal-hazırda dünyada məncə ən hegemon bazarlardan biridir və kifayət qədər də uğur qazanır. Məncə çox yaxın tarixdə Amerika bazarını tamamilə üstələyəcəklər. Əlbəttə, həm də texnologiyanın mərkəzidir Çin. Ümumiyyətlə, texnologiya deyəndə ilk ağlımıza Çin gəlir. Əvvəl Yaponiya gəlirdi, amma Yaponiyadan bu günlərdə çox maraqlı bir sənədi film izlədim. Onlarda hələ də köhnə texnologiya var və istifadə olunur. Təsəvvür ki, DVD challengerlar var idi əvvəllər. Taxırdıq, qulaqlığımızı taxırdıq, musiqilər dinləyirdik. Onlar hələ də istifadə olunur. Yəni, MP3 playerlər hələ də istifadə olunur. Ənənəvi o üsullar qalır hələ də. Bax, Yaponiyada nəyi bəyənirəm? Bu hələ də işləyirsə, bunu istifadə eləmək olar. Söhbəti var. Amma istənilən halda, yəni bu xarab olana qədər sürürlər. Bir maşını xarab olana qədər sürürlər. Yaxud da ki, bir texnikanı xarab olana qədər istifadə edirlər. Amma dünyaya özləri ən yaxşı texnologiyaları satırlar. Belə. Anonsa keçək, yoxsa bir dənə xəbərim var. Əslində, bəlkə bu xəbəri oxuyaq, sonra keçək anonslarımızı. Anonsları birazdan təqdim edəcək və bu xəbər nə ilə bağlıdır? Həmişə mif olaraq hesaplanan yad planetlərlə bağlıdır. BMT-nin razılığı olmadan yad planetlərə cavab vermək qadağan edilib. Biraz gülməli səslənə bilər. Beynəlxalq Astronavtika Akademiyası yad planetli sivilizasiyalarla mümkün ünsiyyətə dair tövsiyələrini yeniləyib. Müvafiq sənəd təşkilatın rəsmi saytında hətta dərc olunub. Yenilənmiş qaydalara əsasən alimlərə BMT-nin himayəsi altında beynəlxalq məsləhətləşmələr aparmadan yad planetlərdən gələn siqnallara cavab göndərmək qəti qadağan edilib. Yəni, bir siqnal alırsa kosmosdan cavab verə bilməzsiniz. Sənəddə o da vurğulanır ki, kosmosdan gələn hər hansı siqnalın həqiqiliyini təsdiqlədikdən sonra astronavtlar bu barədə dərhal və şəffaf şəkildə dünya ictimaiyyətini məlumatlandırmalıdırlar. Yəni, heç kim heç nəyi gizlədə bilməz. Akademiya həmçinin potensial texnoloji siqnalların səhv və ya saxta məlumat olmadığını təsdiqləmək üçün onların müxtəlif avadanlıqlarla işləyən bir neçə müstəqil rəsədxana tərəfindən yoxlanılmasına tələb edilir. Yəni, bir siqnal aldılar, bütün dünyada rəsədxanaların hamısı yoxlayacaq, araşdıracaq, ondan sonra neyəcəklər? Dünya ictimaiyyətinə məlumat verəcəklər. Elə deyilir. Yəni, özləri öz başına durub qərar verib yad planetlərlə söhbət edə bilməyəcəkdir. Biraz gülməli səslənir, amma biraz da işin içində reallıq var. Ciddiyyət var təbii ki. Belə, anonsları izləyək. İzləyək, sonra buradayıq. NTV Səhərdə bugün təbiətin bizə bəxş etdiyi şəfalı bitkilərdən biri olan pərpərənin sağlamlığa faydaları nələrdir? Bu bitkidən hazırlanan dadlı və faydalı yeməklərlə bağlı sujetimiz var. Naxçıvan Hərbi Kollecində əlamətdar gün yaşanıb. Təhsil ocağının ilk məzun buraxılış mərasimindən hazırladığımız sujeti izləyəcəksiniz. Ailə büdcəsini necə planlaşdırmaq və xərcləri necə nəzarətdə saxlamaq olar? İqtisadçı tövsiyələri əsasında hazırladığımız sujetdə bu suallara cavab tapacaqsınız. Yay tətilində uşaqların vaxtını faydalı keçirməsi onların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Asudə vaxtın düzgün təşkili ilə bağlı mütəxəssis tövsiyələrini sujetimizdən öyrənəcəksiniz. Hazır şorbalar rahat seçim kimi görünsə də, onların sağlamlığa təsirləri narahatlıq doğura bilər. Bu məhsulların mümkün zərərləri barədə sujetimiz var. Bütün bunlar və daha çoxu üçün NTV Səhərdə qalın. Bəli, dostlar, bütün bunlar və daha çoxu üçün məhz NTV Səhəri izləməyi tövsiyə edirik. Çox maraqlı sujetlər təqdim eləyəcəyik, mövzularımız da var, qonaqlarımızla müzakirə eləyəcək. İndi isə nəyin vaxtıdır? Sponsorlara təşəkkür etməyin vaxtıdır. Biz siraf və badamlı təbii mineral sularından danışırıq təbii ki. Günə başlayanda da, günün davamında da, xüsusən də yay fəslində ən çox müraciət elədiyimiz bizim sudur. Suyu da ki,
Naxçıvanın təbii mineral bulaqlarından olan badamlı və sirabdan istifadə edirik. Bəli. İstər adi şəkildə istifadə edəsəz, istərsə də qazlı sular doğrudan da müxtəlif xəstəliklərin hətta müalicəsi üçün faydalıdır. Təbii mineral süfrə suyu yazılıb, amma müxtəlif dünyanın ölkələrində onları apteklərdə də, əczaxanalarda da rahatlıqla tapıb istifadə etmək mümkündür. Hal-hazırda isə təkcə Naxçıvanda yox, ölkəmizin hər yerində yox, dünyanın müxtəlif ölkələrinə ixrac olunan sirab və badamlı hər yerdə sevilir. Siz də süfrələrinizə sirab və badamlını mütləq əlavə etməyi unutmayın. Elə yaxşı deyiblər ki, iç onu ürəyin, qoy sərin olsun. Təşəkkürümüzü bildiririk badamlı və sirab təbii mineral sularına. Biz isə məlumatlarımızla davam edirik. Mən təkrar günün sualını xatırladım. Siz peşənizi dəyişsəydiniz, bugün hansı sahəni seçərdiniz? Rəyləriniz var, amma bizim də məlumatlarımız var. Təbii ki, onları paylaşaq, sonra sizin rəylərinizi oxuyacağıq. Bax, elə söhbət peşədən getmişkən Fəridə, xatırlatma eləmək istəyirəm. Bu il peşə təhsili müəssisələrinin məzun olanların sayı açıqlanıb. Elm və Təhsil Nazirliyinin tabeliyindəki 78 peşə təhsili müəssisəsindən 18.612 tələbə məzun olub. Böyük rəqəmdir. 18.612 tələbə. Yəni, bunların hər biri də fərqli ixtisas sahibidir. Məzun olan tələbələrdən 1478 nəfəri ilk peşə təhsili səviyyəsi, 16.596 nəfəri texniki peşə səviyyəsi, təhsili səviyyəsi, 538 nəfəri isə yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıblar. Belə. Əslində, həqiqətən də bu artım sevindirici haldır. Əvvəllər, yəni bir neçə il bundan əvvəl düşünürdük ki, hər kəs universitet mütləq ki, oxumalıdır, hər kəs ali təhsilli olmalıdır. Amma yaxşı ki, artıq bu, necə deyərlər, trend qırılıb, insanlar daha çox peşəyə üst tutur, insanlar daha çox kolleclərə gedir, təhsil alır. Sevindirici haldır təbii ki, hər kəs bir peşənin sahibi olmalıdır mütləq. Bax, mən bir məqamı qeyd eləmək istəyirəm. Bizim bəzi dostlarımız var, adlarını çəkməyəcəm buradan. Adam universiteti psixologiya və pedaqojika üzrə bitirib, hal-hazırda özünün təkər təmiri müəssisəsi var və kifayət qədər, hətta öz yanında kifayət qədər işçisi də var, onunla bir yerdə çalışırlar. Yəni, təkcə özü qazanmır, yanında bir neçə nəfəri də qazandırır. Yəni, burada artıq peşə çox önəmli faktora keçir. Məsələn, məndən olsa, mən hal-hazırda planlarım var ki, bir yerdən sonra bütün işləri bir kənara qoyub, kənd təsərrüfatı ilə məşğul olmaq üçün hər hansı bir dağ kəndinə çəkilə bilərəm. Məsələn, bilirsiniz, bəzən burada peşənin adı yox, vəzifənin adı yox, burada həm də həmin sahənin gəlirliliyi hesablanmalıdır. Bunun üçün də uzun vaxt gözləmədən belə peşə təhsilləri bilirsən qısa vaxt çərçivəsində almaq olur. Yəni, universitet qədər 4 il ali təhsil pilləsi, 2 il magistr, ondan sonra doktorantlıq, sonra davam edən bir prinsip var. Az müddət olsa da kifayət qədər uğurlu ola bilirsən. Hər biri özəldir, gözəldir, hər birinə ehtiyac var, amma peşə təhsili daha tez qazanılan, daha tez qavranılan və tez bir zamanda da tətbiq edilən bir sahə hesab oluna bilir. Ona görə də, məsələn, universitetə qəbul olmayan, ola bilməyən övladlarınızı peşə istiqaməti üzrə yönləndirə bilərsiniz. Əlbəttə ki, onlar da ən yaxşı şəkildə gələcəyə özlərini hazırlaya bilərlər. Yəni, daha erkən yaşlarda. Elədir ki, var. Biz isə digər məlumatlarımızı paylaşaq sizinlə. Deməli, Namangan şəhərində UNESCO, İSESCO, Türksoy və Özbəkistanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 3-cü beynəlxalq maqom sənət forumu keçirilib. Belə ki, forum çərçivəsində təşkil olunan beynəlxalq müsabiqənin yekun nəticələrinə əsasən Azərbaycan Milli Konservatoriyasının 4-cü kurs tələbəsi gənc kamançı ifaçısı Nurəddin Tağıyev. Zərb alətlərində isə onu müşahidə edən Teymur Cəbrailov solo ifaçılıq kateqoriyasında 1-ci yerə layiq görülüb. Qeyd eləyək ki, müsabiqədə 15 ölkədən 27 ifaçı iştirak edib. Biz hər səhər demək olar ki, gənclərimizin uğurlarından danışırıq, beynəlxalq arenada bizi təmsil edən layiqli tələbələrdən danışırıq və bu da həmin elə uğurlu gənclərimizdən biri idi. Təbrik edirik və təşəkkür edirik ki, belə bizi təmsil edir beynəlxalq səviyyədə. Bugün demək olar ki, mövzumuz peşə, ixtisas bu yönlə başlayıb. Bir maraqlı xəbəri çatdıracağım, hansı ki, marağında olanlar müraciət edib, kurslardan keçib, yaxşı nəticə əldə edə bilərlər. Söhbət zabit hazırlığı kursundan gedir. Buna bağlı məlumatı bölüşmək istəyirəm. Demək, Milli Müdafiə Universiteti iyunun 29-undan 13 iyul tarixinə qədər Hərbi Hava Qüvvələri ixtisasları üzrə zabit hazırlığı kursuna sənəd qəbulu elan edir. Şərtlər nədir? Onu deyim. Demək, ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının 35 yaşına dək kişi cinsli vətəndaşları müraciət edə bilərlər. Yəni, 35 hələ çatmamışsınızsa, ali təhsiliniz varsa və hərbi xidmət keçmişsinizsə, bu şansı məncə əldən vermək olmaz.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyi müvafiq tibb müəssisələrinə göndərilir və hərbi həkim komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqəsinə mərhələsinə keçid alırlar. Namizədlər müsabiqə mərhələsində fərdi psixoloji və fiziki hazırlıq, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər. İxtisaslar hansılarda eğer maraqlıdırsa, demək, radioelektron mübarizə, hava hücumundan müdafiə, aviasiya, demək, meteoroloq, rabitə ixtisasları. Məncə, hamısı da maraqlı ixtisaslardır. Eynən. Və tələb olunan sənədlər də var. Kursa qəbul olma barədə ərizə, anket forması, tərcüməyə hal, təhsil haqqında sənədlərin sürəti. Yəni, bunların hamısı ilə bağlı mmu.edu.az saytına müraciət edə bilərsiniz. Yəni, səhər-səhər bu anonsu sizlə ona görə bölüşürük ki, yəni kimsə yenidən hərbi xidmət dövrü keçmək istəyirsə, kurslardan keçib və zabit kimi fəaliyyətini davam etdirmək istəyirsə, sizin üçündür. Əla, elə bu mövzu barəsində bizim deməli qonaqlarımız da olacaq. Bilirik ki, artıq Naxçıvanda hərbi kollec, fəaliyyət göstərən hərbi kollec ilk məzununu bu il buraxdı. Elə həmin o uğurlu tələbələr bugün bizim studiyamızın qonağı olacaq, rəsmi nümayəndələr olacaq ki, maraqlı hərb sahəsindən də danışacaq, söhbətlərimiz reallaşacaq. Və sizin rəyləriniz var. Yaqub, icazənlə mən bir neçə rəy səsləndirim. Yazıblar artıq. Təşəkkür edirik diqqətiniz üçün. Elnur bəy bizi salamlayır. Sabahınız xeyir, Fərdə xanım, Yaqub bəy. Hər vaxtınız xeyir, Elnur bəy. Mən uşaqlıqdan həmişə həkim olmaq istəyirdim, amma imtahanda ballarım bura yetdi və hazırda mühasib işləyirəm. İşimi pis sevmirəm, amma bugün şansım olsaydı tərəddüdsüz tibb sahəsinə keçərdim. Tibb sahəsi həm məsuliyyətlidir, həm çətin sahədir. Nə bilim. Yenə də, amma öz işiniz də pis deyil, mühasib işləyir özü də hazırda. Uzun müddət tələb edir əlbəttə tibb sahəsi və bildiyim qədərilə də 6 il təhsil almalısan. 6 ildir, üstəgəldə rezidentura var. Yəni, həkim olmaq üçün ondan sonra kurslar var, oxumaq var. Məncə, hər peşənin öz gözəlliyi var. Bir də ki, yəni, iki ixtisas qrupu çox fərqlidir, yəni mühasiblik və tibb. Məncə, yerindən hazırlaşa bilərsiniz, yəni, heç də gec deyil. Baxın, 35 yaşa qədər deyir ki, zabit kursuna qəbul elan edirik. Yəni, 30 yaşdan sonra da artıq müraciət etmək mümkündür. Odur ki, sizdə necə deyərlər, həvəsdən düşməyin. İndi bilmirəm yaşı nə qədərdir, amma reallığa qalsa tibb sahəsi elədir ki, ömrünün axırına qədər sən öyrənmək məcburiyyətindəsən də. Amma bir yaşdan sonra bəzən insanlar həvəsdən düşür, yəni alındıra bilmir. Amma yenə də uğur olsun işlərinizdə, bunu deyə bilərik. Mən mundialla bağlı bəzi məlumatları vermək istəyirəm. Əgər zamanımız varsa, təbii ki, ötən gündə çox maraqlı oyunlar var idi. Hətta oyunun birini mənim özümün izləmə imkanım oldu. Norveç komandası ilə fil dişi sahili komandası. Mən Norveç fanatıyam. Bu arada çox istəyirəm ki, onlar qalib gəlsinlər, yaxud da ki, müəyyən bir dərəcə irəliləsinlər. 2-1 hesablı Norveç komandasının qələbəsi ilə oyun yekunlaşdı və 8-1 final mərhələsinə keçid təmin olundu. Hətta ondan sonra demək, bizim üçün gecə saatlarında, Amerika üçün günün saatlarında başlayan bir sıra oyunlar var idi. Fransa növbəti mərhələyə keçən tərəf oldu. 3-0 hesabı ilə İsveç'i məğlub etdi. Səhər saatlarında da yenicə bitib oyun. Onu qeyd edim ki, Meksika və Ekvador komandaları qarşılaşıblar. Meksikanın 2-0'lı qələbəsi ilə yekunlaşıb və növbəti tura keçən tərəf Meksika olub. Çox maraqlı nəticələr var. Ötən proqramda bilirəm müzakirə edilməyib. Hansı ki, Avropada bombardier kimi görünən, əsas favorit kimi görünən bəzi komandalar, məsələn, Almaniya kimi, Hollandiya kimi komandalar mübarizələrdən kənarlaşıblar. Onlar artıq dünya çempionatında yoxdurlar. Əvəzində isə bir sıra digər sürpriz komandalar irəliləməkdə davam edirlər. Hər bir halda nəticələr dəyişəcək. Bugün İngiltərə-Kongo oyunu var və İngiltərə favorit kimi göstərilir. Amma nəticədə görəcəyik. Belçika, Senegal, növbəti gün Amerika, Bosniya və İspaniya, Avstriya oyunları da bizi gözləyir bu qarşıdakı saatlar, məqamlar ərzində. Beləliklə, mundialla bağlı məlumatları da sizlə bölüşmüş oldum. Əlbəttə ki, paylaşmamışdıq. Yaqub, səni gözləyirdik. Çünki sən efir vaxtında daha ətraflı özün məlumat verirsən deyə biz də elə bu məlumatlar gözləyirik ki, gəlib özün paylaşasan. Bax belə, bir daha sabahınız xeyir olsun dostlar. Bizə yeni qoşulan hər kəsi səmimi qəlbdən salamlayırıq. Bizi izləmədə qalın. Biz isə ilk sujetimizi təqdim edirik. İlk sujetimiz nə ilə bağlıdır? Mənim sevdiyim Fəridəni sevmədiyim.
biz qidadan bəhs edəcəyik. Pərpərən, hansı ki, bizdə çox sevdiyimiz sərin yeməklərdə istifadə olunur. Yəni, qatıqla qarışdırılanda çox maraqlı tam olur. Bilmirəm, dadmısan yoxsa? Dadmışam. Hətta içərisinə sarımsaq vuranda daha dadlı olur. Dadmışam, amma elə də yəni çox sevirəm. Birgə olanda faydası daha çoxdur, müxtəlif ingredientlər. Amma, demək, Sacidə xanım maraqlı bir sujet hazırlayıb. Pərpərən bitkisinin faydaları və ondan hazırlanan yeməklər. Gəl görək, pərpərəndən nələr hazırlamaq mümkündür. Olar. Yayın gəlişi ilə Naxçıvan Muxtar Respublikasının bir çox ərazilərində bitən pərpətöyün həm təbii qida, həm də xalq təbabətində istifadə olunan faydalı bitkilərdəndir. El arasında bu bitkiyə pərpərən də deyilir. Belə ki, pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya 19-cu əsrdə gətirilən bu bitkinin vətəni Hindistan və Braziliya hesab edilir. Qədim Yunanistanda isə daha çox dərman bitkisi kimi tanınırdı. Bu fakta Hipokratın əsərlərində də rast gəlmək olar. Həmçinin pərpətöyünlə yoxsulluq problemlərini və müxtəlif yaraları aradan qaldırmaq olur. Pərpətöyünün tərkibi A, B1, K, üzvü turşular, glukoza, saxaroza, kalyum, kalsium duzu, maqnezium, manqan və digər maddələrlə zəngindir. Müasir tipdə pərpətöyündən qaraciyər xəstəliklərinin müalicəsində, ödlə bağlı qusmaların qarşısının alınmasında istifadə olunur. Toxumları da dərman vasitəsi kimi faydalıdır. Bu bitkinin müntəzəm istifadəsi immun sisteminin güclənməsinə, ürək-damar sağlamlığının qorunmasına və orqanizmin vitamin ehtiyacının ödənilməsinə kömək edir. Naxçıvan Muxtar Respublikasının bir çox ərazilərində, hətta həyətyanı sahələrdə də bu bitkiyə rast gəlmək mümkündür. Bazarlarda bu mövsümdə insanlar tərəfindən bu bitkiyə tələbat artıb. Yayın gəlişi ilə əlaqədar olaraq bazarlarda pərpətöyün, el dili ilə desək, pərpərən bitkisi öz yerini alıbdır. Bu bitkinin tərkibində vitaminlər vardır ki, həmçinin bundan milli mətbəximizdə 3 çeşiddə yemək hazırlanır. Pərpəyan tələbatını da millət alır. 4'ü 1 manat, 5'i 1 manata verir uyğun qiymətə. Pərpəyan da Naxçıvan şəhərinin Kürtəpə kəndindən gəlir, onu da araz gətirir, pərpəyan. Hər sözün gətirir yəni, satılır. Mövsümü qısa olduğundan insanlar pərpətöyündən maksimum faydalanmağa çalışırlar. Mətbəximizdə bu bitkidən müxtəlif çeşiddə yeməklər hazırlanır. Pərpərənin faydalarından danışdıq. Hal-hazırda yanımızda Zeynəddin kənd sakini İradə xanım var. Pərpərəndən neçə cür çeşid yemək hazırlanmasından danışacağıq. Xoş gördük İradə xanım. Xoş gördük. Nə hazırlayırsınız, necə hazırlanır? Bugün pərpərənin qatıqla hazırlanmasını eləmək istəyirik. Pərpərəndən neçə cür yeməklər hazırlanır. Onun qovurması da olur, qovrulmuşunu da yeyirlər, turşusunu da qoyuruq, bankasını qoyuruq. Bir də qatıqla qatırıq, qatıqla sarımsaq, xiyar belə qatırıq. Bugün onu hazırlayırıq. Pərpərən doğranıb qurtardı. Doğranıb qurtardıqdan sonra necə hazırlayır? Pərpərəni doğrayıb, yuyub, təmiz doğrayandan sonra bunu pörtlədirik. Pörtlədəndən sonra yarısını ayırırıq, qatıqlama eləyirik, yarısını da qovururuq. Zövqə görə qatıqlama necə hazırlanır Naxçıvan tərəfdə? Qatıqlama əslində şüyüd vururlar, pirpencər vururlar, xiyar vururlar, sarımsaq istəyən vurur. Yəni zövqə görə hazırlanır. Pərpərən bişdikdən sonra bunu süzürük, suyunu süzürük. Süzəndən sonra içinə hər kəs zövqünə görə xiyar vurur, sarımsaq, pencər. Kim necə istəsə elə eləyir. İndi bunun birazını biz qatıqlama eləyəcəyik, birazını da qovuracağıq. Təbiətin bizə bəxş etdiyi hər nemət kimi pərpətöyündən düzgün istifadə olunduqda sağlam həyat tərzinin mühüm tərkib hissəsinə çevrilir. Onun qorunması və səmərəli istifadəsi isə həm milli mətbəximizin, həm də təbii sərvətlərimizin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.
xalq olaraq hər bitkidən nəsə hazırlayıb yeməyi çox yaxşı bacarırıq. Pərpərən bitkisinin faydaları və eyni zamanda satışı və ondan hazırlanan yeməklər barədə məlumatlar var idi təqdim edədiyimiz sujetdə. İlk dəfə idi qovurmasına şahid elədim. Mən də görməmişdim qovurmasını. Qatıq-lamanın içərisində yemişik, amma qovurma olaraq ilk dəfə idi görüm, yoxlayacağım. Mən də yoxlayaram. Gedib mən də qovuraram. Mütləq. Məlumatlarımız var, xəbərlərimiz var. Əslində bunu mən çatdırmaq istəyirəm. Düzdür, biraz mundialla bağlı xəbəri sizinlə bölüşəndə indi əlavə eləməmişdim, indi əlavə edirəm. Mbappé'dən bəhs edəcəm sizə biraz da. Dünya çempionatında qol sayına görə Messini ötüb. Demək, Fransa millisinin hücumçusu Kylian Mbappé 2026-cı il futbolca dünya çempionatında ən çox qol vuran oyuncular siyasında birinci yerə yüksəlib. Yəni, bombarder hal-hazırda Mbappé'dir. 16-da bir final mərhələsində İsveçə qarşı keçirilən oyunda vurduğu 2 qol Mbappé'nin turnirdəki ümumi qol sayını 8-ə çatdırıb. Onun hesabında ümumilikdə 6 qol və 2 məhsullar ötürmə var. Bu göstərici ilə Fransalı hücumçu Argentina millisinin kapitanı Lionel Messini qabaqlayıb. Messinin aktivində 6 qol var və heç bir məhsullar ötürməsi qeydə alınmayıb. Belə, bu məlumatı da sizinlə bölüşdüm. Mundialla bağlı xəbərləri hələlik yekunlaşdırıram. Növbəti proqramlarda onsuz da. Təşəkkür edirəm, Yaqub. Dostlar, çox maraqlı bir, sadə, amma faydalı bir məlumatım var. Günə enerjili başlamaq, günə dinamik başlamaq. Təbii ki, hər birimiz istəyərik ki, pozitiv başlayaq və belə bir şüar da var ki, günə necə başladınsa, elə günün sonuna qədər elə də davam edirsən. Lakin günə başlayarkən beyni düzgün istiqamətləndirmək, düzgün oyatmaq da əsas məsələlərdən biridir. Həkimlər nələri tövsiyə edir? Dediyim kimi, sadə və faydalı üsullar var. Yaqub, elə istəyərdim oxuyum, biz də faydalanaq bu üsullardan. Onların sözlərinə görə oyandıqdan sonra ilk olaraq həyatında baş vermiş ən xoş hadisəni, ən xoş anların üçünü yadına salırsan, elə yuxudan oyanan kimi əhval-ruhiyyən yaxşı olsun deyə buna kömək eləyir. Bundan sonra əvvəlki günün bəzi detallarını xatırlamaq məsləhət görülür. Ötən gün problem yaşamışamsa xatırlamayacağım, yəni xatırlamaq istəməyəcəm mən aslında. Məsələn, amma yazıb ki, məsələn, nələri? Hansı rəngdə fincandan çay və ya qəhvə içdiyinizi və ya son söhbətinizin nədən bəhs etdiyinizi yada salmaq yaddaşı aktivləşdirə bilər. Yaddaşı aktivləşdirir. Əhval-ruhiyyə pis təsir etsə də baxmayaraq ki, ötən gün nəsə olubsa, indi bilmirəm, özün dedin. Həkimlər yaddaşı məşq etdirmək üçün daha bir sadə üsul da təklif edirlər. Belə ki, yaxınlarınızdan 5 təsadüfi söz deməsini xahiş edin və bir neçə dəqiqə sonra həmin sözləri özünüz təkrarlamağa çalışın. Daha sonra yeni bir söz öyrənib ona uyğun assosiasiyaları qurmaq da beynin fəaliyyətini stimullaşdırır və mütəxəssislərin fikrincə beynin tam oyanması üçün sonda 30-a qədər və sonra geriyə doğru zehində saymaq faydalıdır. Bununla yanaşı həkimlər qeyd edirlər ki, əlavələrim olacaq. Bəzi insanlarda səhər saatlarında bu cür məşqləri yerinə yetirmək üçün kifayət qədər enerji olmaya bilər. Bu da var. Bunun səbəbi nədir? Yuxu çatışmazlığı, susuzlaşma və yaxud da ki, hər hansısa bir xəstəlik ola bilər. Əgər səhərlər baş gecələnmə və yaxud da ki, gecə tərləməsi kimi bir əlamətlər müşahidə olunursa, bu zaman da bəs bizə, yəni ki, həkimlərə müraciət etmək tövsiyə olunur deyə qeyd edilib öz çıxışında. Əslində, biz bax, səhər-səhər bu qədər xəbəri təqdim edirik, yəni izləyicilərimizə. Bu xəbərlərin əksəriyyəti ilə biz öncədən tanış oluruq. Hətta hamısı ilə öncədən bir dəfə özümüz üçün oxuyuruq, bir dəfə sizin üçün səsləndiririk və artıq siz bu xəbəri bir dəfə bildiyiniz halda biz 3 dəfə bu xəbərin artıq tanış olmuş oluruq. Və bu, beynin, zehniyin inkişafına yaxşı təsir. Amma bir digər tərəfdən də aşırı yüklənməm səbəblərindən biridir. Çünki informasiya insan beynində o qədər çox olur. Səhər-səhər mənə lazım idi bu qədər informasiya. Artıq mən səhər-səhər bəzi bilməməli olduğum xəbərləri bildim. Yəni, amma bəzi informasiyalar doğrudan da maraqlıdır, rənglidir. Hansı ki, günümüzə istiqamət verə bilir. Məsələn, biz peşələrdən danışırıq biraz bundan qabaq. Qəbul prosesindən bəhs edirik. Ola bilər kimin üçünsə faydalı olsun. Ola bilər, məsələn, digər məlumatlarımıza mundialla bağlı gecə yatıb baxa bilməyənlərə də mən buradan informasiyanı çatdırdım. Artıq məlumatları əldə eləmiş oldular. Yəni, bu baxımdan faydalıdır. Amma əlavə fərqli informasiyalarda beyni yükləmək məncə olduqca yorucudur. Bəzən də elə məlumatlar olur ki, həqiqətən də insana heç nə qazandırmır. Sadəcə oxuyursan, beyni və əlavə informasiyanı yorursan. Odur ki, belə məlumatlardan uzaq durun. Sizin üçün faydalı olan, sizi maarifləndirən, həqiqətən də həyatınızda tətbiq eləyə biləcəyiniz o məlumatın yeri varsa, bu zaman əlbəttə faydalana bilərsiniz. Yaxud da ki, mən niyə bu videonu izlədim, mən niyə bu məlumatı oxudum?
deməyəsiniz, arzu eləmirəmsə, çünki gün içində onsuz da beynimiz kifayət qədər yüklənir. informasiya Hansı yüklənir. sujetimizi təqdim eləyəcəyik, onu dəqiqləşdirək, çünki növbəti sujetin Naxçıvan Hərbi Kollecinin bəli, ilk məzunlarından sujetimiz var. biraz bundan qabaq Fəridə demişdi. Bəli. İzləyək sujetimizi, studiyada olacaq. Azərbaycan ordusunun peşəkar kadr potensialının daha da gücləndirilməsinə xidmət edən kollecdə keçirilən mərasimdə hərbi rəhbərlik, müəllim heyəti, valideynlər və qonaqlar iştirak ediblər. Mərasim Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Əlahiddin Ümumqoşun Ordu komandanı general-leytenant Kənan Seyidov məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Bildirib ki, peşəkar, intizamlı və yüksək hazırlıqlı zabit və gizir heyətinin formalaşdırılması Azərbaycan ordusunun döyüş qabiliyyətinin əsas dayaqlarındandır. Bu gün müasir birliklərə, yüksək mənəvi psixoloji hazırlığa və çevik qərar qəbul etmə qabiliyyətinə malik hərbi kadrların yetişdirilməsi prioritetə çevrilir. Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov çıxışında Naxçıvan Hərbi Kollecinin milli hərbi təhsil sistemində mühüm yer tutduğunu vurğulayaraq qeyd edib ki, burada yetişən gənclər gələcəkdə silahlı qüvvələrin peşəkar heyətinin formalaşmasına öz töhfələrini verəcəklər. 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə əsasən də silahlı qüvvələrdə aparılan islahatlar bir çox sahələrdə bəzi məsələlərin icrasını ön plana çəkir. Mərasimdə təhsildə və hərbi hazırlıqda fərqlənən məzunlara sertifikatlar təqdim edilib. Sonra yaş kötüyünə xatirə simvolu vurulub, döyüş bayrağının təhvil təslim mərasimi keçirilib. İcazə verin, sıraya durun. Oldu. Bu şanlı bayrağı tevfil aldığım kimi vicdanla, namusla koruduğumu göstermek için bayrağımı öpür ve sana tevfil veririm. Silahdaşım, and içirəm ki bu şanlı bayrağı öz canımdan əziz bilib, onu daim şeylərdə tutacağım. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhunu yaşadan bu şanlı bayrağı məndən sonra sağ qalana təhvil vermədən ölmək mənə haram olsun. İstəyim anda sadiq qalacağımı və ehtiramımı göstərmək üçün bayrağımı öpür və təhvil alıram. Tədbir məzunların təntənəli keçidi ilə başa çatıb. İlk məzunlar onları böyük qürur hissi ilə gözləyən ailə üzvləri ilə görüşüblər. Həqiqətən də belə bir kollecin, belə bir hərbi müəssisənin yaranması üçün mənim özüm çox qürurlanıram. Hətta Bakıda eğitim almağını istəmədim, bura göndərdim ki, bura daha da həm yanımda olan daxı ürəyim üstündə qalacaq. Ona görə dedim, qoy gəlsin Naxçıvanda, həyatı mənası çətinliklərini anlasın. O da çox fəxrlə, həqiqətən də bu günə kimi bir dənə nöqsan, bir dənə nəyinənsə bir kəsir zadı olmadı. Şükür üzümüzü ağartdı. Allah həmişə üzünü ağarsın. Allah yollarını açıq eləsin. Getdikləri yerdə də sənətlərin davam eləsinlər, yəni layiqli oğul olsunlar vətənə. Ağlayırsan, məni də ağlatdın.
Qürurdan ağlayırsan yəqin ki. Qürur duyuram, fəxr eləyirəm ki, bu gündə həm anasının, həm mənim, həm də özünün gücünə oxudu, qutardı. İnşallah vətəninə, torpağına, anasına layiqli övlad olar. Təbrik eləyirəm. Gələcəyi uğurlu olsun, şansı bol olsun. Allah yolunu həmişə açıq eləsin. Təbrik eləyirəm sizi. Çox sağ olun. Sağ olun. Allah razı olsun. Ailəniz gələ bilməyib sizi? Bəli, bəli. Uzaqdadılar. Bəli, yol uzaq olduğu üçün gəlməyiblər. Əvəzi, bəli. Babam əvəzi burdadır. Sağ olun. Təşəkkür edirəm. Allah sizdən razı olsun. Azərbaycanımız çiçəklənsin, gözəl dövrlərdə yaşayaq. Balalarımız belə firavan yaşasın. Belə gözəl günlərdə Allah hamısını qorusun. Siyəcəndən gəlmişik. Oğlu bu günlər kursant olur. Mənim üçün çox gözəl bir gündür. İnşallah Allah hər birini qorusun, yolları açıq olsun. Naxçıvan Hərbi Kollecinin pedaqoji kollektivi adından bütün məzun olan gizlilərimizi ürəkdən təbrik edirəm. Onlara uğurlar arzulayıram həyatlarında. Naxçıvan Hərbi Kollecinin ilk buraxılışı təkcə gənc məzunların həyatında deyil, Azərbaycanın hərbi təhsil tarixində də yeni bir səhifənin başlanğıcı oldu. Bu tarixi gün həm kollecin inkişaf yolunda mühüm mərhələ, həm də ölkəmizin peşəkar hərbi kadr hazırlığı sahəsində əldə etdiyi növbəti uğurun təntənəsi kimi yadda qaldı. Proqramımızın əvvəlində də bu barədə məlumat vermişdik sizə və doğrudan da ilk məzunlar, ilk uğurlu nəticələr davamını da gətirəcək deyə düşünürük. Bəli. Və studiyamızda da bunu müzakirə eləyəcəyik. Eləyəcəyik qonaqlarımızla. Buyur, qonaqlarımızı mən təqdim eləyəcəm. Dəyərli tamaşaçılarımız Milli Müdafiə Universitetinin nəzdindəki Naxçıvan Hərbi Kollecinin burada dəyərli əməkdaşları və müdavimləri iştirak edirlər. Hansı ki, mən birinci təqdim edirəm ardıcılıqla Hikmət Hacıyev, kollec rəisinin tədris işləri üzrə müavini. Sabahınız xeyir olsun. Selcan Abdullayeva, Xarici Dillər Fən Bölməsinin müdiri, İngilis dili müəllimi. Sizi salamlayıram. Xoş gəldiniz. Və Rəşad Hüseynov, Naxçıvan Hərbi Kollecinin tarix müəllimi. Və eyni zamanda burada kursantlarımız iştirak edir. Tunar Abbasov, birinci kurs kursantı. Sizə xoş gəlmişsiniz və Novruz Sadıqzadə, birinci kurs kursantı. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Salamlayırıq. İlk məzunlarınızı yola saldınız. Çox maraqlı görüntülərdən yadda qaldı hətta. Birinci növbədə görüntüləri izlədim. İndi istəyirəm ki, bir təfərrüatlardan bəhs edək. Hərbi kollec perspektiv, potensial baxımından Naxçıvan şəhərinin demək olar ki, mərkəzində yerləşir. Və sizdən hərbi kollec haqqında ilkin informasiyalar alaq, sonra məzun prosesinə keçid alacaq. Təbii ki, Naxçıvan Hərbi Kolleci Milli Müdafiə Universiteti tabeçiliyində fəaliyyət göstərir. Artıq 2 ildir və ilk məzunlarını dünən siz də işıqlandırmışsınız. Geniş şəkildə təşəkkürümüzü bildiririk. İlk məzunlarımızı yola saldıq. İlk uğurlarımız deyək. Onlar qədər biz də sevinirik, müəllimlərimiz, bütün komandanlıq. İlkdir. Yəni, bu tarixdə qalır, tarixə düşür, tarixə yazılır. Ümid edirik ki, məzunlarımız onlara hərbi kollecdə öyrədilən, istər hərbi baxımdan, istər ümumilikdə bir vətəndaş olmağın məsuliyyəti baxımından gələcəkdə özlərini doğrulacaqlar. Onların uğuru bizim uğurumuzdur. Bəli. Neçə məzun bitirdi? 300-dən artıq. Doğrudan da yaxşı nəticədir. Bilirsiniz, əvvəllər sadəcə mən xatırlayıram, gizli bir kurs kimi keçirdi. Amma indi artıq daha geniş şəkildə tədris prosesi var. Burada fənlər öyrədilir. Burada digər informasiyanı hərbi biliklərə gələnlər müəyyən dərəcədə. İngilis dili, yəni çox maraqlıdır. Əvvəllər biz bunu tədrisdə görmürdük, yaxud ki, tarix, sadəcə hərbi biliklər öyrədilirdi. Amma indi artıq müəyyən fənlər üzrə də onların bacarıqlarının artırılması istiqamətində işlər gördük. Səlcan xanım, istəyirəm sizdən başlayaq. Necə yola saldınız ilk məzunları, necə hisslər keçirdiniz? Tədris necədir hərbçilərə bunu tədris etmək bu fənni? Əvvəla hamını salamlayıram yenidən. Çox fəxr hissi ilə yola saldıq. O, bayaq izlədik burada, keçid ki, oldu, təntənəli keçid. Orada hamımızın gözü dolu şəkildə izlədik ki, fəxrlə 2 il biz onların üstündə necə əziyyət çəkmişik, onlar özü necə əziyyət çəkiblər. Tədrisə gəldikdə, yəni,
demək olar ki, ingilis dili barədə danışım mən. Müxtəlif interaktiv üsullardan, metodlardan istifadə edirik, müxtəlif texnologiyalardan istifadə edirik. İngilis dilinin 4 bacarığını da kursantlarımıza öyrətməyə çalışırıq. Əla. Və deməli, digər müəllimimiz də tarix fənnini tədris edir. Biz ümumiyyətlə bilirik ki, bu hərbi formanı geymək sadəcə bir peşəni seçmək deyil də. Təbii ki, biz tariximizi bilməliyik, vətənimizə xidmət ediriksə, sonsuz sədaqətlə xidmət etməliyik və tarix fənnindən də danışırıqsa, ən əsas, ən öndə olan fənlərdən biridir. Sizin də tədris prosesindən bir qədər danışaq. Necə gedir işlər, tədrisiniz? Mən də hər birinizi salamlayıram. İlk növbədə hərbi kollecdə, yəni ümumən müəllimlik peşəsi, müəllimlik sənəti çox şərəfli bir sənətdir. Və əlavədən düşünsək ki, biz bu peşəni, bu sənəti bu cür bir ali məqsəd üçün istifadə edirik. Yəni, gələcəkdə Azərbaycan sərhədlərini qoruyacaq hərbçiləri yetişdirmək yolunda biz öz bilik və bacarıqlarımıza xərcləyirik. Bu artıq tərif edilməz bir duyğulara da çevrilir həqiqətən. Və bu gerdə buraxdığımız 2 il ərzində kursantlarımızı artıq məzun etdik, onlar öz rütbələrini aldılar və onlar qədər biz də həyəcanlıydıq, həmçinin və duyğuluyduq. Çünki 2 illik bir marafon və bunun nəticəsini görmək bizləri də həqiqətən çox sevindirir və bizlərdə qürur hissi yaradıbdır, doğrudur. Əla. Və biz gələk kursantlarımızla söhbətə. İlk olaraq gəl elə səndən başlayaq. Öz səmin fikirlərini bizə bildir. Bu sahədə necə getdi sənin təhsilin? Sən artıq bitirmisən yoxsa? Birinci kurs. Birinci kurs. Birinci kursdur. Buyur, danış. Birinci kursdan hətta. Mənə görə mən belə bir fikrə gəlirəm ki, formanı daşımaq mənə görə peşəkarlıq, vətənə sədaqətlə xidmət etmək böyük bir məsuliyyətdir. Bu ad qazanmaq təkcə şərəf deyil, həm də vətən qarşısında böyük bir məsuliyyət. Hər gün bu adı layiqincə təmsil etməyə görə çalışıram. İntizamlı olmaq, məqsədə qarşı fokuslanmaq, hər gün yeni uğurlara nail olmaq, yeni addımlar atmaq mənim uğurumun düsturudur. Uğurumun düsturuna əlavə etmək istəyirəm ki, intizam, əzm və məsuliyyət vaxtlarımızı dəqiqləşdirir və həm dərslərdə, həm fiziki hazırlıqlarda bizə yetərli qədər köməkli olur. Tədris prosesiniz necə gedir? İstəyirəm bir balaca da bundan məlumat verəsiniz. Tədris prosesimiz ali təhsilli müəllimlər və ixtisaslaşmış müəllimlər tərəfindən keçirilir. İstər zabitiyyətimiz, istər belə mülki fənlər tədrisimizlə. Nə gözəl. Sizə eşidək, Noruz Sadıqzadə. Siz də istəyirəm ki, öz təhsilinizdən məlumat verəsiniz, tədrisinizdən. Necə oldu ki, seçdiniz buranı və hal-hazırda nələri öyrənirsiniz və özünüzü necə görürsünüz gələcəkdə? Bu forma mənim üçün böyük bir şərəf və məsuliyyətdir. O deməkdir ki, vətənimi qorumağa, xalqıma xidmət etməyə və hər zaman intizamlı və dürüst olmağa borcluyam. Hərbi mühit məni daha məsuliyyətli, intizamlı və məsuliyyətli etdi. İlk növbədə hərbi kollecdə keçirilən müəllimlər, tədrislə bağlı müəllimlərimiz, ixtisas müəllimlərimiz, mülki müəllimlərimiz, peşəkar müəllimlərdir. Onunla da bərabər olaraq, zabitlərimiz də eyni qaydada. Mülki dərslərdə, hərbi dərslərdə eyni qaydada mənim öz ixtisasım hərbi hava qüvvələridir. Bunun açıqlaması da odur ki, hava hücumundan müdafiə silahlarının texniki istismarıdır. Bu öz ixtisasıma uyğun deyə bilərəm ki, yəni mənim ilk öncə uşaqlıqdan arzum olub ki, hərbi hava qüvvələrində xidmət etmək. Bu da öz arzuma çatmışam. Yəni öz arzuma, istəyimə çatdığıma görə də Naxçıvan Hərbi Kollecini bitirib, oradan daha yüksək vəzifələrə ucalmağı arzu edirəm. İnşallah. Biz də sənin məhz bu arzunun reallaşmasını diləyirik. Bax, biraz bundan qabaq, yəni ilk məzunların keçidlərini izlədiniz, onların valideynlərinin təəssüratlarını gördünüz. Nə hiss elədiniz burada? Yəni, bir il sonra artıq siz də məzun olacaqsınız və sizin hissləriniz necədir? İstəyirəm bunu biliriz. İlk növbədə onu gördükdə, yəni qürur hissi duydum və yəni öz içimdə fikirləşdim ki, gələn ildə mən də onlar kimi, kursant yoldaşlarım kimi, onlar kimi məzun olacaq. Bu, yəni mənim üçün böyük bir şərəfdir, böyük bir fəxarət hissidir. Təşəkkür edirik. Bir də hərb sahəsi deyəndə təbii ki, orada bir qədər də yox, elə daha çox nizam, intizam tələb olunur. Bu prosesi necə cəlb edirsiniz? Təzə, yəni gələn kursantları, birinci kurslular, təbii ki, bunlar mülki həyatdan çıxıb hərb sisteminə gəlib düşüblər. Bu nizam, intizam prosesini necə tənzimləyirsiniz? Nizam-intizam prosesindən əvvəl bizim kursantlarımız yeni gələn, daxil olanda, yəni hərbi kollecə,
Adaptasiya mərhələsidir. Bu çox həssas bir dönəmdir. Yəni ilk qədəm qoyduqları andan etibarən bu proses başlayır bir neçə mərhələdə. Kursantlarımızı birinci psixoloji söhbətə cəlb olunur. Mütəxəssislər tərəfindən, psixoloqlar tərəfindən. Onların bir neçə üsulla test forması ilə istər temperamenti, istərsə də onların psixoloji vəziyyəti müəyyənləşdirilir və yaradılan bir sistem formasında, yəni sistem dediyim artıq bir ildən artıqdır. Bu bizim yeni bir lokal şəbəkə deyək. Bunun köməkliyi ilə artıq söhbət əsnasında müəyyənləşdirilən o psixoloji vəziyyət kursantlarımıza istər müəllimlər tərəfindən, istərsə də komandir heyəti tərəfindən fərdi yanaşma ki, tələb olunan o həssas məsələlərdə kursantlarımızın hər biri haqqında məlumatlar istənilən müəllimimizin, komandirimizin öz kompüterində əks olunur. Onun psixoloji göstəriciləri, akademik göstəriciləri və bu proses onların belə deyək, ənənəvi əsgərlik üsulu olmadan, yəni bura tədris müəssisəsidir. Onları biz qazanmağa çalışırıq, çünki daha çox intizam dediyimizin kökündə biraz məsuliyyət dayanır. Biraz, necə deyim, həm istər sıra hazırlığı, istərsə də ki, ümumi bir vəziyyət, o, necə deyim, bunları tam olaraq qazanmağımız üçün o keçilən mərhələ çox həssasdır. Yəni, çalışırıq ki, hər birini biz qazana bilək. Doğrudur. Yəni, təzyiqlərlə və yaxud da biraz, necə deyim bunu, yüklənmə ilə bu olan yüklənmə ilə, bəli, bunları biz qaçırtmaq istəmirik və qazanmaq istəyirik. Bu şəkildə. Yəni, hər bir halda bu yenə də bir hərbi sistemdir və burada bir bölgü də önəmli, əhəmiyyətli məsələlərdən biridir. İxtisasların seçilməsi və müvafiq ixtisasa uyğun yönləndirmə. Yəni, burada mən istəyirəm, mənim üçün maraqlıdır bu. Yəni, ixtisaslar necə seçilir? Siz mi seçirsiniz, yaxud da ki, öncədən mi təyin olunur bu? Ya fərdi bacarıqlarına görə fərqli ixtisaslara yönləndirmələr olur, yaxud da ki, öz arzuları ilə, istəkləri ilə. İstəyirəm bundan da bəhs edəsiniz. Çox gözəl sualdır və hər kəsi maraqlandıran sualdır. O cümlədən bizə qəbul olmaq istəyən abituriyentləri, namizədləri maraqlandıran sualdır. Bütün hallarda bilik və bacarıq bu prioritetdir. Əlavə imtahan, yəni hərbi kolleclərə qəbul üçün əlavə imtahan götürülmür. Bu, onların 11-ci sinifi bitirdikdə buraxılış imtahanları dediyimiz, yəni imtahanların nəticələrinə əsasən götürülür. Və bu nəticələrə əsasən də ixtisaslar müəyyənləşdirilir. İxtisaslar ilk dəfə olaraq ötən tədris dövründə Milli Müdafiə Universitetinin, yəni bu onlar tərəfindən aparılır, universitet qərargahı tərəfindən elektron ixtisas seçimi tətbiq olundu Naxçıvan Hərbi Kollecində. Burada kursantlarımızın birinci növbədə öz istəkləri, ikinci növbədə isə hansı ki xüsusi ixtisaslarımız var, bax, kursantımız biraz əvvəl qeyd etdi, hava hücumundan müdafiədir, rabitədir, radioelektron mübarizədir və fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, Hərbi Kollecdə 21 hərbi uçot ixtisası və 7 subbakalavr ixtisası kursantlarımıza öyrədilir. Hansı kompüter mühəndisliyi, kompüter şəbəkə inzibatçılığı, bu ixtisaslarda xüsusilə riyazi biliklərə üstünlük verildiyindən, yəni bu məlumatı vermək istəyirəm ki, namizədlərimiz də bunu bilsinlər. Əgər bu ixtisaslara düşmək istəyirlərsə, mütləq onların buraxılış imtahanında riyaziyyat fənni üzrə nəticələri yaxşı olmalıdır. Çünki harada riyaziyyat tələb olunur. Proqram bölür, amma bunların, yenə deyirəm, kursantlarımızın öncə istəkləri, sonra isə onların nəticələrinə əsasən tam şəffaf şəkildə bölünür. Ne gözəl, maraqlıdır.
Bilirsiniz, indi hal-hazırda dövr elə bir dövrdür ki, bütün müasir texnologiyalar hamısı ingilis dilindədir. Və burada müəllimin qeyd elədiyi kimi, onların birinci fərdi yanaşma tələb olunan bəzi kursantlar var ki, siz görürsünüz ki, bunun üzərində bir balaca çalışsa, bu ingilis dilli hətta bir hərbi mütəxəssis ola bilər. Yəni, o fərdi yanaşmaları siz də tədris prosesində edirsiniz, yoxsa ümumi bir yanaşma təqdim olunur? Əvvəla onu deyim ki, bizim tədris prosesində ingilis dilində kursantlar dərslərə girərkən qruplar bölünür və siniflərdə maksimum 10-15 nəfər olur. Yəni sistemli qrafika var. Bəli, bəli. Və bu bizə bir, belə deyim ki, avantajdır. Daha rahat dərsləri keçirik, kursantlarımıza daha çox vaxt ayıra bilirik, fərdi yanaşa bilirik. Bəli, hansı kursantımızın ki, daha çox inkişaf göstərdiyini görürük, hansı kursantımızın ki, daha çox həvəsli olduğunu görürük. Biz bundan əlavə olaraq dərnəklərə də onları cəlb edirik. Bizim ingilis dili dərnəklərimiz də olur və istəyən kursant qeydiyyatdan keçərək həmin dərnəkdə iştirak edir və öz bacarıqlarını daha da inkişaf elətdirə bilir. Yəni günləri dolu-dolu keçir. Maraqlı keçir həm də. Və biz nəzəri biliklərlə yanaşı, yəni istənilən ali məktəbdə olsun, bu keçərlidir. Praktiki təcrübə təbii ki, praktiki biliklər də önəmlidir. Siz bunu necə təmin edirsiniz? Hesab edirəm ki, hərbi təhsil müəssisəsində ümumiyyətlə yalnız nəzəri biliklər kifayət deyil. Yəni bizim kursantlarımız həmçinin öyrəndiklərini tətbiq etməyi də bacarmalıdırlar. Çünki gələcəkdə şəxsi heyətin idarə edilməsi kimi məsələlərdə bu onların əsas istiqamətlənəcəyi sahədir. Və bayaq Can Polkovnikin də qeyd etdiyi kimi lokal şəbəkələri və s. və yaxud kimi sistemlərdən istifadə etməklə məsələn, tarix dərsində artıq dərsi bizim tədris etməyimiz yox, bizim kursantlarımız mövzularla öncədən tanış olur, növbəti həftənin mövzusu ilə bu həftədən tanış olur və artıq dərsdə mən bir nəzarətçi qismində oluram və dərsi könüllü olan kursantlarımız öz kursant yoldaşlarına çatdırır və bununla həm öz nitqlərinin təkmilləşməsində, həm idarə etmədə və həmçinin qarşılıqlı münasibətlərin də qurulmasında bu çox mühüm rol oynayır. Tarix fənnində xüsusən bunun tətbiq edilməsi həm tariximizi özlərinin araşdırıb öyrənmələrinə səbəb olur, həm də öyrəndiklərini uzun müddətli şəkildə xatırlamaqlarına və doğru istiqamətlənməklərinə də gətirib çıxarır nəticədə. Kömək göstərir. Yəni, maraqlıdır, istənilən halda maraqlıdır. Tunar bəy, mən istəyirəm sizi eşidək. Siz hansı ixtisasdasınız hal-hazırda və tək ixtisası deməyək? Yəni, digər fənlərlə aranız necədir? Yəni, istəyirəm belə bu şəkildə yanaşmaq. Mən quru qoşunlar, optik, elektron, optik cihazların texniki istismar və xidmətinin ixtisasındayım. Özüm orta ixtisası Rus sektor bölməsində bitirmişəm. Hal-hazırda ingilisində həddindən artıq həvəsim var. Özüm burada da ingilisində təqdim edə bilərəm. O zaman təqdim elə. My full name is Tunar Abbasov. I am 17. I live in Baku, but I study at Naxçıvan Military College. I want to be an ensign. My favorite subject is English. Yəni, daha da uzatmaq olar, mən bilirəm. Və daha çox. Təşəkkür edir, doğrudan da maraqlı nəticələr var. Bir də siz biraz bundan qabaq dediniz ki, su bakalavr ixtisasları bir sıra onlar tədris olunurlar. Yəni, bunun növbəti bir pilləsi varmı? Yəni, burada artıq təhsillərini bitirdikdən sonra öz hərbi vəzifələrini mi deyək, artırma imkanları varmı rütbələrini? Bəli. Kursantlarımız kolleci bitirdikdə onlara su bakalavr diplomu verilir. Eyni zamanda hərbi rütbə olaraq gizir hərbi rütbəsi. Biraz əvvəl qeyd etdim, su bakalavr ixtisaslarının alt ixtisasları olaraq hərbi uçot ixtisasları var. O ixtisaslara uyğun olaraq kolleci bitirən məzunlarımız gələcəkdə təhsil haqqında qanunun tələblərinə uyğun, oradan Azərbaycan Respublikası vətəndaşlarına hansı hüquqlar tanınırsa, yəni bizim məzunlarımıza da eyni hüquqlar tanınır. Onun əsasında bunların su bakalavr ixtisasları üzrə hansı ki universitetlərdə, istər Milli Müdafiə Universitetində, istərsə də digər, yəni bizim mülki universitetlərimizdə o ixtisaslar əgər varsa, ona uyğun olaraq nəticələrini əsasında təhsillərini davam etdirə bilər, bakalavr diplomları əldə edə bilərlər və gələcəkdə gizir hərbi rütbəsi yoxdur, yəni zabit kimi xidmətlərini davam etdirə bilərlər. Yəni, hərbi kollec ümumilikdə bizim vətəndaşlarımız həddindən artıq avantajlar tanıyır. İstər təhsilini bitirdikdən sonra, istərsə də təhsil aldıqları müddətdə onların
yüksək imtiyazları var. İcazənizlə. Əlbəttə, onsuz da o sualı ünvanlayacaqdı. Bağlamaq istəyirdi. Kursantlarımız bütün növ təminatla dövlət təminatındadır. Əlavə olaraq onlara aylıq təqaüd deyək, 100 manat məbləğində özlərinə, 200 manat məbləğində onların valideynlərinə maddi yardım olunur. Eyni zamanda 150 manat bunların hesablarına köçməklə ki, kolleci bitirdikdən sonra onu əldə edə bilirlər. Bu tərəfdən də dövlətimiz maddi tərəfdən onlara köməklik göstərir. Və bu da kursantlarımızın digər qayğılara, istərsə də valideynlərinin, yəni haradasa təhsil alır, onun qalma şəraiti var, onun yeməyi, içməyi var, onun tədris ləvazimatları var. Yəni bu qayğılardan kənar olduqlarından dolayı ancaq fokuslanırlar dərslərə, nizam-intizama və digər hansı ki sistemli proqramlar var onun əsasında. Daha yaxşı inkişaf etməyə. Yenə nəticələr də burada önəmlidir. Eyni zamanda perspektiv potensialın dəyərləndirilməsi, həmçinin maddi təminat əsas məqamdır. Çünki bəzən məsələn biz əskər olanda valideynlər heç olmasa ən az ildə bir dəfə, ildə iki dəfə yanımıza gəlməyə çalışırdılar. Yəni gəlmək, getmək bunların hamısı vəsait tələb edir, amma artıq bilir ki, hər şey var. Hətta valideynin özünə belə vəsait verilir. Yəni bir də o 150 manatlar axırda toplanır, məzun olanda birbaşa bütöv bir vəsait kimi hesablarına yatır. Hesablarına işləyir. Doğrudan da maraqlıdır. Ən çox şərait yaradılıb demək olar ki, odur ki, həm siz, həm də elə hər birimiz, hər bir vətəndaş da öz vətəninə xidmət eləməlidir sədaqətlə. Doğrudan da, həm də mən deyərdim ki, maddi texniki bazı da çox yüksək səviyyədədir, yataq şəraiti, yemək şəraiti, yəni bunların hamısı özlüyündə hərbi kollecin əhəmiyyətini bir daha artırır. Mən hamınıza təşəkkürümü bildirirəm, çox sağ olun, gəldiniz və təkcə məzun prosesindən danışmadıq, həm də bizim izləyicilərimiz bildilər ki, məhz burada tədris prosesi necədir, burada nələr tədris olunur, maddi təminat nədir və onların müraciət edəcəkləri halda gələcəkdə qazançları nə olacaq. Demək olar ki, tam təfərrüatda öyrənmiş olduq. Bir daha təşəkkür edirik sizə, çox sağ olun, gəldiyiniz üçün. Minnətdarıq, hər birinizə uğurlar arzuluyuruq və sonda demək istədiyiniz söz varsa buyura bilərsiniz. Yoxsa sağ olaşaq. Minnətdarlığımızı bildiririk. İstər Naxçıvan Hərbi Kolleci, istərsə də Milli Müdafiə Universiteti tabeçiliyində fəaliyyət göstərən tədris müəssisələrini Naxçıvan televiziyası olaraq davamlı olaraq işıqlandırırsınız. Hərbi vətənpərvərlik verilişləri ilə, istərsə də çəkilən xüsusi buraxılışlarla. Biz də sizə öz minnətdarlığımızı Çox sağ olun, bu bizim borcumuzdur, işimizdir. Sizə də işlərinizdə uğurlar arzulayırıq. Təşəkkür edirik və dəyərli tamaşaçılarımız, mən növbəti sujetimizi təqdim eləmək istəyirəm sizə. Hansı ki, biraz bundan bax, maddi təminatdan bəhs edirik və hər kəsin bir məramı, bir məqsədi var ki, müəyyən bir ixtisasa yiyələnsin və həmin o peşədən sonraki müddətdə qazanc əldə eləsin və öz ailə büdcəsini formalaşdırsın. Və sıradakı sujetimizdə də mövzumuz elə bundan ibarətdir. Ailə büdcəsinin düzgün formalaşdırması və idarə olunması. Gəlin izləyək. Ailə büdcəsi yalnız gəlir və xərclərin siyahısı deyil, həm də maliyyə sabitliyinin əsas şərtidir. Amma mütəxəssislər deyirlər ki, əsas məsələ nə qədər qazandığınız deyil, qazandığınızı necə idarə etdiyinizdir. Bunun üçün müəyyən dərəcədə bir cədvəl müəyyənləşdirmək lazımdır ki, yəni xərclər cədvəli, gəlirlər və xərclər cədvəli və buna uyğun olaraq sadəcə bizim üçün ən əhəmiyyətli xərcləri ön plana çıxardıb, yəni ilkin olaraq onları nəzərdə tutub, sonra isə nisbətən ondan aşağı xərcləri isə ikinci plana salmaq lazımdır və bunu adətən iqtisadçı ekspertlərinə dediyi kimi, yəni 50-30-20 nisbəti deyilən bir nisbət var. Biz o nisbətdə həyata keçirsək daha yaxşı olar. Yəni 50% əsas zəruri xərclər, 30% yəni digər ikinci dərəcəli xərclər, digər 20% isə yığım və digər yəni ödənişlər xərcləridir. Yəni bunlar bizə növbəti dövr üçün xərclərimizi planlaşdırmağa köməklik edəcək. Mütəxəssislərin fikrincə, ailə büdcəsini idarə etməyin ilk addımı bütün gəlir və xərclərin qeydiyyatını aparmaqdır.
Gündəlik kiçik xərclər belə zamanla böyük məbləğə çevrilə bilər. Buna görə də ehtiyaclar və istəkləri bir-birindən ayırmaq, alış-verişi əvvəlcədən planlaşdırmaq və qənaət vərdişi formalaşdırmaq ailənin maliyyə sabitliyini qorumağa kömək edir. Ancaq ailə büdcəsi yalnız bugünü düşünməklə idarə olunmur. Gözlənilməz xərclər, uşaqların təhsili, mənzil və ya təqaüd dövrü kimi uzunmüddətli hədəflər də əvvəlcədən planlaşdırılmalıdır. Uzunmüddətli maliyyə sabitliyi təbii ki, hər bir ailənin belə deyək də, gələcək planları üçün ən əhəmiyyətli mövzulardan biridir və maliyyə sabitliyi hər bir ailə üçün mühüm əhəmiyyət daşımasının səbəbi odur ki, hər bir ailənin övladlarının gələcəyini qurmaq və fövqəladə xərclər üçün müəyyən dərəcədə özləri üçün ehtiyat saxlamaqdır və bu necə əldə eləmək olar? Məsələn, zəruri olmayan xərclərdən uzaq olmaq, sonra pis vərdişlərə yönəldilmiş xərclərdən, yəni tütün məhsulları və s. digər məhsullardan istifadəni azaltmaq və onlara ayıracağımız vəsaiti isə biz ehtiyat formatında, yəni müəyyən ehtiyat fondunda və ya evdə saxlama formasında və s. bunlar yolu ilə saxlayıb biz maliyyə sabitliyini də qoruyub, həmçinin fövqəladə hallar üçün də öz xərclərimizi planlaşdıra bilərik. Maliyyə planının olması həm ailənin gələcəyə daha inamla baxmasına, həm də böyük məqsədlərə daha rahat çatmasına köməklik göstərir. Ailə büdcəsini formalaşdırmaq doğrudan da əhəmiyyətli bir məqamdır. Çünki sonraki müddətdə başınıza gələcək hər hansı bir hadisədə ya da başınıza gələ biləcək hər hansı bir hadisədə artıq sizin özünüzü sığortalayacaq vəsaitiniz mütləq var. Mütəxəssis fikirləri səsləndi. Əslində, ixtisaslardan, peşələrdən danışmışıq biz və sualımız belə idi ki, əgər indi fəaliyyət göstərdiyiniz peşə olmasaydı, hansı peşədə çalışardınız? Bu haqda suallarımıza cavab verə bilərsiniz. Cavablar var. Varmı cavablar? Var, əlbəttə var. Fərdə, səsləndirək zəhmət olmasa. Səsləndirim. Aysel xanım yazıb, deməli, salam NTV Səhər kollektivi. Mən tam bir təsadüf nəticəsində bank sahəsinə gəlmişəm, amma uşaqlıq xəyalım rəssam olmaq idi. İndi bəzən düşünürəm ki, rəqəmlərdən yox, rənglərdən işləsəydim, bəlkə daha da xoşbəxt olardım. Sizə uğurlu efirlər. Kamran bəy də yazıb ki, çox konkret cavab verəcəm. Xeyr, hazırki işim uşaqlıq xəyalım deyil, amma indiki ağlım olsaydı mütləq IT, yəni ki, informasiya texnologiyaları sahəsini seçərdim, çünki dövr bunu tələb edir. Əslində düz deyir, dövr həqiqətən də bunu tələb edir. Bank sahəsindən danışan rəqəmlərlə yox, rənglərdən işləmək. Rənglərdə pul yoxdur, pul rəqəmlərdədir, ona görə də rəqəmlərdə də qalmaq lazımdır. Bu arada bizim sponsorlarımız Sirab Badamlıdır, onları bir də xatırladaq. Səhər-səhər, yəni su içmək istəyir, masamızın üzərini bəzir hər bir anda. Masalarımızın bəzəyi, Sirab, Badamlı. Mən günə başlayanda bugün içmişəm, yəni efirə gəlib çatanda içmişəm. İndi masamızda da vardı onsuz da. O da Sirab və Badamlıdır. Proqramımızın rəsmi sponsorları. Təşəkkürümüzü bildiririk bir daha onlara və davam edirik. Demək, hər bir suyu sərin içmək faydalıdır deyirlər, amma bir digər məlumat var ki, onu mən sizlə bölüşmək istəyirəm. Rusiyalı mütəxəssislər buzlu içkilərin təhlükəsi barədə xəbərdarlıq ediblər. Demək, araşdırmalara görə bir var sərin, bir var buzlu. Bəli, buzlu. Demək, buz hazırlanarkən gigiyena standartlarına əməl edilmədikdə buzlu içkilər bağırsaq infeksiyaları mənbəyinə çevrilə bilirlər. Yəni, bugün şəhərdə alırıq biz hal-hazırda mojitodur, mənim ən sevdiyim buzlu kofelərdir, istifadə edirik, amma bilmirəm onun buzu necə hazırlanır. Və xüsusi buz hazırlayan avadanlıqlar var, onu qeyd edeyim. Takka özü üçün buzlar hazırlayır, amma bunu başqa şəraitdə hazırlayanda bu sizin üçün problemlərə çevrilə bilər. Tez-tez rast gələn pozuntulara qaynadılmamış kran suyundan istifadə, çirkli buz maşınları və qəliblər, eləcə də yuyulmamış əllərlə işləməyə daxildir deyə mütəxəssislər bildiriblər. O da vurğulanıb ki, buz yalnız şüşədə və əvvəlcədən qaynadılmış sudan hazırladıqda təhlükəsizdir. Yəni, buzu, adi suyu götdüm, buz halına çevirdim, bu deyil. Yəni, suyu qaynadıb sonra buz halına çevirmək lazımdır. O da bildirilib ki, çiğ ət və balıqdan uzaq, hətta hava keçirməyən qabda saxlamaq lazımdır buzu. Soyuducuda atırıq hamısını dondurucuya, yanında ət də qoyuruq, toyuq da qoyuruq, hər şey qoyuruq. Sonra da onu istifadə edirik. Əslində bu olmazmış. Bulanıq kublar, xoşa gəlməz dad və qeyri-bərabər demək, tekstura içkidən çəkinmək üçün səbəblərdir. Təhlükəsiz buz adətən şəffaf və çirklərdən
azad olan buzlardır. Yəni, səhv bildiyimiz, daha doğrusu düz bildiyimiz bəzi səhvlər var. Biz bunları tez-tez təkrarlayırıq, amma etmək olmaz. Etmək olmaz və biz adətən daha çox da valideynlər övladlarının üstünə düşür ki, soyuq su içmək olmaz, xəstələnirsən boğazın gələcək. Amma əslində mütəxəssislər bu barədə fikirlərini bildirəndə deyirlər ki, əslində o soyuq su boğazı gətirmir, soyuq su ziyan etmir. Sadəcə o suyun tərkibindəki infeksiya deməli məsələlər var ki, infeksiya keçirsə, o su təmiz deyilsə, əlbəttə ki, o sənin boğazını da gətirə bilər, xəstələnə bilərsən. Yəni məsələ orada suyun soyuqluğu deyil. Təbii ki, alışmaqdan da çox şey asılıdır. Normal temperaturda su içən birdən-birə gəlib buz kimi suyu içsə, sərin suyu içsə, əlbəttə onda da xəstələnir. Ona görə suyu çox soyuq yox, sərin halda içmək lazımdır. Üzərində də yazılır, təbii mineral süfrə suyu sərin halda için. Siraf və Badamlıya təkrardan təşəkkür edirəm. Mövzu gəldi, bağlandı suya. Amma istənilən halda Nizami Gəncəvin deyir ki, birinci saflığı varsa da suda artıq içiləndə dad verir o da, dərd verir o da. Yəni, istənilən halda su vacib detaldır, əhəmiyyətli detaldır, xüsusən də bu yay günlərində. Varmı məlumatın Fəridə? Bəli, var. Deməli, Nehrəmdən xəbərim var. Belə ki, nədir mövzu? Nehrəmdə 20,7 kilometrlik qəsəbə daxili yolların əsaslı təmirinə başlanılıb artıq. Deməli, ətraflı məlumatı verim ki, bu Babək rayonu Nehrəm qəsəbəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı çərçivəsində görülən işlərin bir hissəsidir. Deməli, Babək rayon icra hakimiyyətinin əməkdaşı Turan İmanov bildirib ki, layihə çərçivəsində ümumi uzunluğu dediyim kimi 20,7 kilometr olan qəsəbə daxili yollar yenidən qurulacaq. Hazırda ərazidə torpaq işləri aparılır, yol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində hazırlıq tədbirləri davam etdirilir. Onun sözlərinə görə əsaslı təmir işləri qəsəbə daxili nəqliyyat hərəkətinin rahatlaşdırılmasına, yol hərəkət təhlükəsizliyinin artırılmasına və sakinlərin gündəlik gediş-gəlişini daha komfortlu təmin olunmasına xidmət edəcək. Turan İmanov bunu da bildirib ki, layihə Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasirləşdirilməsi və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir, deyə qiymətləndirilib. Belə, biz də arzulayırıq ki, Naxçıvanda bir sıra digər yollar var ki, onların da bərpasına nail olunsun. Mənim öz qaldığım məhəlləyə də gəlsə sevinərəm. Hətta genişləndirilməsi də maraqlı olar əslində. Təbii, istənilən halda infrastruktur işləri həyata keçirilir, davam etdirilir. Biz mütəmadi olaraq efirlərimizdə baxdığı məlumatlar veririk. Hətta problemlərdən də bəzən danışırıq. Bir yerdə problem varsa onları da açıqlayırıq və müvafiq olaraq da bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Məsələn, son günlərdə ən çox narazılıq doğuran məsələlərdən biri şəhərin bəzi istiqamətlərində işıqların yanmamasıdır. Məsələn, biz çox yeri qeyd edə bilərik, prospektlərin adlarını çəkə bilərəm, yolların adlarını çəkə bilərəm, amma zamanla bu da ümid edirik ki, aradan qalxacaq. Ümid edirik bu məqamda. Demək, əslində bir xəbər var, onu çatdırmaq istəyirəm. Pensiya yaşı ilə bağlı. Artıq qadınların yaşa görə pensiyaya çıxma həddi kişilərlə eyniləşdirildi. Bunu da qeyd edeyim. Bugündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib. Bu rəqəm kişilər üçün 2021-ci il iyunun 30-da tamamlanıb. Artıq qeyd edək ki, əmək pensiyaları haqqında qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-nədək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-nədək hər il 6 ay artırılır. Yəni gəlib artıq 65-də dayanıb, ümid edirəm bundan sonra keçməz. Artmaz. Və yaşa görə pensiya ömürlük təyin olunur. Bunu da bir daha xatırlatmış olum. Mənim də əslində çox maraqlı bir məlumatım var. Ev heyvanları, ümumiyyətlə heyvanlarla ara necədir, sevirsənmi? Var, bizim pişiyimiz var. Mən də çox sevirəm heyvanları, çünki onlar da canlıdır, təbiətin bir hissəsidir, əsas hissələrindən biridir deyərdim və bəzən də ev heyvanları olsun, lap da ki, küçək heyvanları olsun, xəstələnən zaman biz onu aparmaq üçün ilk olaraq baytara müraciət edirik. Təəssüflər olsun ki, bugün baytarlar çox azdır. Yəni, barmaqla sayılacaq qədərdir. Bu, yəni Azərbaycana aiddir və xüsusilə də Naxçıvandan danışırıqsa, düzdür. Bəzi yerlər açılıb, baytarlıq filan, mərkəzlər açılıb, amma daha çox genişləndirilməsini istəyərdik. Və elə bu mövzu ilə bağlı mənim xəbərim var ki, Azərbaycanda da məhz ilk dəfə olaraq bu ilin sonuna dək yerli baytarlıq vaksininin istehsalının başladılması planlaşdırılır. Nə gözəl ki, bu işlər
tədbirlər planda var. Deməli, bunlar quduzluq xəstəliyinə qarşı tətbiq olunacaq və tamamilə Azərbaycan istehsalı olan vaksinlərdir. Deməli, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli öz müsahibəsində deyib və o bildirib ki, bu vaksinin adı Rabiseyf adlanacaq. Deməli, Rabiseyf adlanan bu vaksinlər Qida Təhlükəsizliyi İnstitutunun deməli, Qubadakı istehsal müəssisəsində hazırlanır. İnşallah gələn ildən etibarən Azərbaycan quduzluğa qarşı həm vəhşi heyvanlar, həm də ev heyvanları arasında aparılan vaksinasiyanı öz istehsalı olan preparatlarla həyata keçiriləcək. Bu məqsədlə xüsusilə vəhşi heyvanlar üçün aldadıcı yemlər vasitəsilə vaksinasiya aparılacaq. İstehsal edilən bu vaksinlər beynəlxalq standartlara tam uyğun olduğundan gələcəkdə onların digər ölkələrə ixracı da nəzərdə tutulur. Gələcəkdə heyvandarlıq və quşçuluq sahəsində digər preparatların istehsalı da planımızda var deyə Qoşqar Təhməzli əlavə edib. Maraqlı xəbər idi. Maraqlıdır. Xüsusən də quduzluğa qarşı vaksinlərin ölkədə hazırlanması daha maraqlıdır. Keçir alırıq növbəti sujetimizə. Gəlin izləyək. Birazdan studiyada olacaq dəyərli tamaşaçılar. Sujetimiz nədən bəhs edir? Artıq yay fəsli gəlibdir. Uşaqlar da tətildədir. Demək olar ki, bəs onlar tətillərini necə dəyərləndirirlər? Asudə səmərəli necə keçirirlər vaxtlarını? Bu barədə sujetimiz var. Gəlin izləyək. Kəmalə Əliyevanın təqdimatındadır. Uşaqların sağlam mühitdə böyüməsi, cəmiyyətə layiq əsil vətəndaşlar kimi formalaşması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Uşaqlara dair 2020-2030-cu illər üçün strategiyanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda uşaqların hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması və digər məsələlərlə yanaşı onların asudə vaxtlarının səmərəli təşkili də əsas yer tutur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə keçirdiyi maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların asudə vaxtını daha səmərəli keçirməsi məqsədi ilə müxtəlif tədbirlər və ekskursiyalar təşkil olunur. Bu da xüsusilə yay tətili günlərində təşkil olunur ki, uşaqlar daha çox bu istiqamətdə zərərli vərdişlərdən, telefondan, sosial şəbəkələrdən uzaq dururlar. Bu da uşaqların asudə vaxtını səmərəli keçirməsinə, həm də onların potensiallarının inkişaf etdirilməsinə şərait yaradır. Müasir dövrdə uşaq və yeniyetmələrin intellektual səviyyələrinin, bacarıq və qabiliyyətlərinin inkişafında asudə vaxtın mənalı təşkili mühüm rol oynayır. Bütün bunların onların sağlam ruhda böyümələrinə də müsbət təsir vardır. Odur ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili vacib məsələlərdən biri olduğundan istər ümumi təhsil, istərsə də məktəbdən kənar müəssisələrdə bu iş yüksək səviyyədə təşkil olunmalıdır. Keçirilən tədbir və ekskursiyalarda valideyn himayəsində məhrum uşaqlar, sağlamlıq imkanı məhdud uşaqlar, şəhid və qazi övladlarının iştirakı təmin olunur. Xüsusilə də ənənəvi olaraq hər il Ağbulaq İstirahət Mərkəzində 3 günlük yay düşərgəsi təşkil olunur ki, bu da onların asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu il şəhərsalma və memarlıq ili çərçivəsində uşaqların tarixi abidələrə, muzeylərə ekskursiyası təşkil olunması nəzərdə tutulur. Uşaqların xoşbəxt, firavan yaşamasının əsasında məhz dövlətimizin yüksək diqqət və qayğısı dayanır. Hər birimiz bu qayğının timsalında uşaqların mənəvi cəhətdən kamilləşməsi, onların vətəninə, xalqına layiq gənclər kimi formalaşması üçün səy göstərməliyik. Maraqlıdır, əlbəttə, uşaqların asudə vaxtlarının belə səmərəli təşkil olunması. Əlbəttə, onlar da bekar qalmır, yaxşıca dəyərləndirirlər. Yəni, valideynlərin üzərinə böyük bir məsuliyyət düşür. Yəni, hər şeyə hansısa müəssisədən gözləmək olmaz. Mən fikirləşirəm ki, fərdi olaraq da təşəbbüs göstərməliyik. Yay tətilidir. Məncə, onun uşaqlar üçün daha dəyərli eləmək olar. Olar, doğrudur. Səyahət eləmək üçün də kifayət qədər yer var Naxçıvanda və əmin olun ki, bu səyahətlər də onların bu tətili ən yaxşı şəkildə xatırladan, bu səyahətlər də onları təkmilləşdirən, ümumiyyətlə çox gəzən çox bilər. Təkcə Naxçıvan daxili yox, digər yaxın ölkələrə də səyahət etmək mümkündür. Mütləq eləmək lazımdır. Yaqub, bizim rəylərimiz çoxdur və görürəm ki, izləyicilər yazır ki, bizim yazdıqlarımızı niyə səsləndirmirsiniz? Bəli, mən də bunları səsləndirim ki, inciməsinlər bizdən, sağ olsunlar ki, demək olar, bütün suallarımızı davamlı cavablayan bizim izləyicilərimiz var. Elvin bəy bizi salamlayır. Sualınız bir anlıq məni lap uşaqlığıma apardı. Həyat bəzən məcburi seçimlərdən ibarət olur. Hazırda ailə dolandırma xatirinə tikinti
sahəsində çalışıram. Şansım olsaydı mütləq peşəkar idmançı olmaq istəyərdim. Nigar xanım isə yazıb ki, mən o şanslı insanlardanam ki, elə uşaq yaşlarımdan müəllim olmaq istəmişəm, hazırda da məktəbdə dərs deyirəm. Əlbəttə, çətinliyi varsa soruşsaz, var, çoxdur, amma bugün mənə dünyadakı bütün peşələri təklif etsələr, yenə də öz peşəmdən vaz keçmərəm. Müəllim. Ümumiyyətlə, bütün sahələrdə o mütəxəssisləri, bütün peşəkarları yetişdirən də elə müəllimdir. Təməlində müəllim dayanır. Bir maraqlı söz var, deyir, xoşbəxt o adamdır ki, evdən işə tələsir və bu baxımdan düşünürəm ki, peşənin əhəmiyyəti də olduqca vacibdir. Çünki insan sevmədiyi bir işi görəndə heç ona can yandırmır. Yəni, evdən işdən evə tələsirsinizsə, artıq bu sizin xoşbəxtliyinizdir. Ona görə də ixtisas seçimlərinizi hər zaman düzgün edin, özünüzə fərdi peşələr sahiblənin və eyni zamanda özünüzü daha da təkmilləşdirib inkişaf edin. Bəli. Belə, bizim növbəti sujetimizi təqdim edəyikmi? Növbəti sujetimiz nədən bəhs edir? Günümüzün ən aktual mövzusudur. Acı reallığı. Ən çox istifadə etdiyimiz məhsullardır. Nələrdir? Hazır şorbalar. Ümumiyyətlə, hazır paketlənmiş məhsulların istifadəsinin zərərlərinə biz hər dəfə danışırıq. Elə şorbalar da buna aiddir, deyilmi Yaqub səncə də? Əlbəttə elədir. Məcbur qalmadığım müddətdə ümumiyyətlə onlardan istifadə edəmirəm. Çünki bunu hazır şorba özü hazırlamaq da böyük bir vaxt tələb etmir. Yəni, şorbanı özünüz hazırlayıb daha keyfiyyətli istifadə edə Ümumiyyətlə, mən istifadə etməmişəm, heç dadına da bələt deyiləm. Hazır şorbalardan bəhs edəmirəm. Yəni, bir şorbanın hazırlanması elə də uzun prosesdir. Yəni, bunu mən bacarıramsa, demək ki, xanımlar da bacara bilər, hər kəs də bacara bilər. Yəni, şorbanı özünüz hazırlayıb yeməyiniz daha məsləhətlidir. Amma hazır istifadə edədiyiniz şorbalar nə qədər zərərlidir, problemlər nədir? Gəlin, sujetimizdən bilək. Cəmi bir neçə dəqiqəyə hazır olan, isti su əlavə etməklə hazırlanan paket şorbalar xüsusilə vaxtı məhdud olan insanların seçiminə çevrilib. Lakin rahat hazırlanması ilə yanaşı, bu məhsulların tərkibi və sağlamlığa təsiri də müzakirə mövzusudur. Bəs hazır şorbaları tez-tez istehlak etmək nə qədər doğrudur? Hazır şorbaları sevirəm, yəni tükətirəm zaman-zaman. Çünki tələb olduğum üçün praktik həm də vaxtımı almır daha çox. Amma bəzən zərərli olduğu üçün daha az tükətməyə çalışıram, özüm hazırlamağa çalışıram. Xeyr, mən özüm istifadə eləmirəm. Mən özüm tibb tələbəsiyəm deyə onların nə qədər ziyan olduğunu bilirəm və heç kimə də tövsiyə etmərəm. Çünki onların tərkibində kimyasal maddələr çox olur. Yəni onlar da insan orqanizminə çox böyük təsirlər göstərir. Hazır şorbalardan daha çox dərsdən gələndə, yorğun olanda tez hazır olsun deyə, yəni daha çox istifadə edirəm. Təbii ki də hər gün istifadə etməməyə çalışıram, zərərli olduğu üçün. Amma yəni arada sırada istifadə edirəm. Hazır şorbaların tərkibində adətən duz, dad gücləndiriciləri, müxtəlif konservantlar və uzun müddət saxlanılmasını təmin edən əlavələr olur. Bu isə məhsulun qida dəyərini təbii hazırlanmış şorbalarla müqayisədə xeyli azaldır. Bəs bu cür məhsulların tez-tez istehlakı orqanizmə necə təsir edir? Bu məhsulların tərkibində çox ciddi təhlükəli maddələr var. Dadlandırıcıları belə bu insanın beyninə yalançı siqnallar ötürür. Yalançı toxluq siqnalı ötürür və hormonlara, sürət mexanizminə mənfi təsir göstərir. Əsasən də baş ağrıları təzyiqi olan insanlarda təzyiqin ani qalxması və belə daha çox oynayan təzyiq ssenarisini yaradır. Ciddi allergik reaksiyalara səbəb olur. Tərkibində kanserogen maddələr var. Xərçəng əmələ gətirən maddədir ki, bu çox təhlükəlidir. Birbaşa bütün orqanların fəaliyyətinə mənfi təsir göstərir. Trans yağlar var tərkibində. Şorbanın teksturasını krem effekti saxlamaq üçün daha çox istifadə edirlər də. Bu təbii ki, qanda xolesterin, triqliseridlərin artımına gətirib çıxara bilər. Süni qatlaşdırıcılardır, modifikasiya olunmuş nişasta. Məsələn, bu yüksək glisemik indeksə malikdir, zərəri, qan şəkərini qaldırır, mədə altı biraz başlayır normadan çox insulin ifraz eləməyə, əsasən-dəki bölgəsel piyləməyə gətirib çıxar. Bu kimi qidalardan istifadə edən insanların daha çox qarnında yağlanma baş verir. Məhsulun təhlükəsiz hesab olunması üçün istehsal prosesində müəyyən standartlara əməl edilməlidir. İstehlakçılar isə alış-veriş zamanı məhsulun etiket məlumatlarını diqqətlə oxumalı, son istifadə tarixinə və tərkibinə xüsusi diqqət yetirməlidirlər.
Paketin üzərindəki məlumatları çox diqqətlicə oxumalıyıq. Ulan saxlanma şəraitinə diqqət eləməliyik. Çünki əgər paketlənmiş şorba quru şorbadırsa, rütubətli mühitdə onu saxlamaq olmaz. Paketin forması dəyişməməlidir. Struktur etibarilə dəyişiklik olmamalıdır. Çünki higroskopik ola bilər, ətrafdan nəmlik çəkə bilər. Bu da onun tərkibini və keyfiyyətinin itirilməsinə, risk daşıyıcısı olmasına səbəb ola bilər. Ondan sonra qeyd edim ki, hər şorbanın özünün, məsələn, paketlənmiş şorbanın özünün saxlanma temperaturu var. Quru tərkibli toz halında olan şorbaların adətən quru, nəmişlik olmayan, gün dəyməyən yerlərdə saxlamaq lazımdır. Konserv məmulatlarında isə adətən və dondurulmuş şorbalarda isə -18 dərəcə temperaturda saxlamaq lazımdır. Hazır paket şorbalar nadir hallarda seçim kimi istifadə oluna bilər. Gündəlik qidalanmada isə təzə məhsullarla hazırlanan ev şorbalarına üstünlük verilməsi daha məqsədə uyğundur. Bəzi məqamlarda dadımıza çatan, harayımıza çatan bəzi qidalar bizim üçün zərərli və təhlükəli ola bilirlər. Yəni, biraz bundan qabaq vurğulandı. Mütəmadi istifadə eləmək isə daha böyük fəsadlara gətirib çıxara bilər. Məcbur qalmadığımız müddət boyu istifadə etməməyimiz tövsiyə olunur. Və zərərlər də nələrdir? Elə bunlarda mütəxəssis paylaşdı və xüsusilə də o həmin məhsulların saxlama, otaq dərəcə temperaturunda saxlaması məsələləri də var idi ki, onlarda da diqqətli olun. Neçə gündə atmışam, mətbəxdədir, qalıbdır, açıq havadadır. Əlbəttə, bundan istifadə etsəz, mənfi təsirlərinin real şahidi ola bilərik. Bax, bir də bəzi qidalar üçün soyuq qida zənciri deyilən bir anlayış var. Hansı ki, bu, məsələn, Bakı şəhərindən idxal olunur Naxçıvana və yol boyu bir yerdə ki, o temperatur düşdü, istənilən başda saxlanması vacib olan temperaturdan kənara çıxdı və salam, o qidanın dəyəri itir, dəyəri itməklə bərabər fəsadlar da verə bilir. Bu yaxınında, düzdür, adını çəkməyəcəm, reklam olmasın, bir maraqlı şirkətlə məhsul əldə etdim. Məhsulun saxlama müddəti cəmi 4 gün idi. Deyir ki, biz buna heç bir qatqı əlavə eləmirik, onun saxlanması üçün, yaxud da ki, uzun ömürlüyünü artırmaq üçün söhbət süd məhsullarına gedir və bugün bizim istifadə edədiyimiz böyük əksəriyyət süd məhsullarında qatqı var, onların daha uzun müddətdə olması üçün. Və şirkət bunu ondan izah edir ki, biz soyuq qida zəncirinin qırılmamasına çalışırıq və başda necədirsə, hansı şəraitdə saxlanmalısa, sonda vətəndaşa da tövsiyə edir ki, bunu bu şəraitdə saxlasan, bunun içərisində heç bir kanserogen yoxdur, bunun içərisində heç bir əlavə qatqı yoxdur. Yəni, alıb istifadə edəndə də birinci orijinal təbiiliyini özündə admış olacaqsın. Yəni, burada bəzi məhsulları saxlamaq üçün içərisində vurulan bəzi əlavələr də sonraki müddətdə müəyyən fəsadlara gətirib çıxarır. Soyuq qida zəncirini qorumaq lazımdır. Qorumaq lazımdır. Odur ki, məqsədə uyğun şəkildə istifadə edin siz də hər birini. Beləliklə, biz gəldik, çatdıq proqramımızın sonuna. Bugünlük təbii ki, sizinlə sağolaşırıq. Yeni bir gündə yenidən sizinlə görüşə gələcəyik. Siz isə bizi hər səhər 9-un yarısından izləmədə qalın. Saat 10-a kimi biz maraqlı proqram təqdim edirik. Odur ki, görüşmək ümidi ilə. Yeni bir verilişdə yenidən görüşmək ümidi ilə ayrılırıq. Sizdən sağ olun. Sağlıqla qalın. Özünüzdə müğayət olun.